Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Ümidvaram ki, hər biriniz yaxşısınız. Dərsimizə başlamamışdan əvvəl özümü təqdim etmək istəyirəm sizə. Mən Fidan Dünyamalızadə. Məktəbəqədər müəllimlər həm ödənişli, həm də ödənişsiz təlimlər keçirəm. Bu gün də sizinlə icma qrupları ilə ödənişsiz bir təlimimiz olacaq. Əlavətən dərsə keçməmişdən əvvəl kiminləsə icma ilə bağlı ağlında qaranlıq qalan bir nüans varsa, buyurub sual verə bilər, sevə-sevə cavablandıracağam. Dərsimizin başlamasına 1 dəqiqə vaxt qalıb xanımlar. Sadəcə istəyirəm ki, tamam dediyim bir vaxtda başlayaq. Çünki müəllimlərin gəlmək vaxtı da ola bilər, gecikməməyindən ötrü, dərsin ortasında qoşulmamaqlarından ötrü biraz vaxt veririk ki, gəlsinlər. Bugünkü keçəcəyimiz mövzu xanımlar, sizinlə icma nədir? Məktəbəqədər təhsildə icma əsaslı, belə deyim, icma əsaslı qruplarda müəllim qəbulu necə baş tutur? Layiqilik şkalası nədir? Azərbaycanda icma əsaslı qruplar nə şəkildə yaradılır? Bunlar haqqında cavab verəcək. Əgər tələbat çox olarsa, inşallah gələn həftələrdə sizinlə də bir icma sualları ilə sual-cavab etmək istəyirəm. Yenə də deyirəm, kimin nəsə sualı varsa buyurub ünvanlaya bilər. Dərsimizə başlayaq. Hal-hazırda ekranımız qayd olunur. Dərsə qoşula bilməyən müəllimlər üçün də YouTube kanalımıza bu dərsimizin kaydı yüklənəcək. Artıq dərsimizə başlamaq istəyirəm. Deməli belə xanımlar, icma əsaslı məktəbəqədər təhsil nədir? Məktəbəqədər təhsildə icma dedikdə sadəcə bir qrup insan deyil, bir-biri ilə sıx bağlı olan bu 3 əsas tərəf nəzərdə tutulub ki, hansıdır bu tərəflər? Uşaqlar, valideynlər və müəllimlər. Biz buna belə deyim, təhsildə üçbucaq deyirik buna. Təhsil üçbucağı deyirik buna. Bu təhsil üçbucağı həqiqətən də məktəbəqədər təhsil qruplarında, əsas olaraq icma qruplarında çox önəm daşıyır. İcma əsaslı modelin 3 əsas sütunu vardır. Bayaq da dediyim kimi valideynlərdir. Valideynlərin aktiv iştirakıdır. Ənənəvi bağçalardan fərqli olaraq xanımlar, icma modelində valideyn sadəcə uşağı gətirib aparan şəxs kimi deyil. O prosesin bir iştirakçısı olur, bir parçası olur. Müəllimlə birlikdə tədbirlər təşkil edir, uşağın inkişafını evdə də davam etdirir. Əlçatanlıq və yerlilik nüansından diqqət yetirmək istəyirəm ki, dövlət bağçası olmayan və yaxud da uşaqların bağçaya getmə imkanı məhdud olan ucqar kəndlərdə, qəsəbələrdə uşaqların bağça yaşlı təhsildən kənarda qalmaması üçün yaradılır icma əsaslı modellər. Yəni belə deyək, soruşa bilərsiniz ki, uşaqları niyə bağçaya qoymurlar, icmaya qoyurlar? İcma nəyə görə bu qədər məşhurlaşır, icma nəyə qədər belə deyim, populyasiyası artır. Çünki müəllimlər, icma mən qrupda da keçən səfər demişdim. Dövlətə sərf eləyən bir sistemdir. Çünki burada yuxu anlayışı və qida anlayışı olmadığına görə və bu anlayışlar özü ayrı-ayrılıqda büdcə tutduğuna görə icma əsaslı məktəbəqədər təhsil qrupları bundan da sonra getdikcə artacaq. Və bəzi yerlər var ki, bu yerlərdə bağçalar yoxdur və yaxud da bağça varsa, həmin bölgəyə çox uzaqdır. Ona görə də valideynlərin iştirakı ilə və valideynlərin özlərinin şəxsi istəkləri ilə icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılır. Yəni indiki dövrə qədər bu belə olurdu. Amma indi bundan sonra görürük ki, hər məktəbin özünə məxsus şəkildə icma əsaslı qrupları yaradılır. İcmanın könüllü təqdim etdiyi bir məkanda dediyimiz şəkildə, məsələn, məktəbin bir otağında ola bilər və yaxud da indi hal-hazırda gələcək illərdə bağçaların öz içərisində, daxili öz binalarının içərisində də icma əsaslı qruplar yaradılacaq. Ortaq məsuliyyət təşkil etməklə, yəni uşağın tərbiyəsi və inkişafı təkcə müəllimin üzərinə icma əsaslı qruplarda yıxılmır. Bütün icma, yəni valideyn, nənə-baba, yerli sakinlər, bunların da təşkilatçılığı ilə uşaqların sağlam və təhlükəsiz böyüməsi üçün hər biri məsuliyyəti öz aralarında bölüşür. Məktəbəqədər
müəssisələrdə, yəni bağçalarda hər bir şey demək olar ki, müəllimin üstünə yıxılırdı. Müəllim, valideyn arasında o qədərinə də dediyim şəkildə icma əsaslı qruplarda olduğu qədər deyə bilmərik. Əlayiq olmasa da, amma icma əsaslı məktəbəqədər qruplarda valideyn iştirakı tam şəkildə istənilir. Sizdən verilən suallar arasında da əksər olaraq düşəcək valideynlərlə əməkdaşlıq, inklüziv təhsil. Sözün açığı bir çox müəllim soruşur ki, müəllimə bəs hansı PDF-i oxuyaq, hansı materiallardan istifadə edək? Əslində belə bir material yoxdur. Öyrənə biləcəyiniz bir material, bizə verilən bir material yoxdur. Amma keçən illərə istinadən bunu deyə bilərik ki, verilən suallar arasında müəllim hüquq və vəzifələri, uşaq hüquqları, müəllimin etik davranış prinsipləridir, peşə bacarıqlarıdır. Daha sonra ən əsası inklüziv təhsil dediyimiz bir anlayış var ki, bunun özünü çox sual verirlər. Yəni suallar arasında istər müsabiqə mərhələsi olsun, istərsə də müsahibə mərhələsində ki, əksər vaxtda müsahibə mərhələlərində bu tipli suallardan sizə ünvanlanacaq. Sual da verirlər ki, müəllimə, keçən il onlayn oldu müsahibə, yəni bu il də müsahibə onlayn ola bilər. Müsabiqə mərhələsindən sonra bildiyiniz kimi müsahibə mərhələsi də olacaq. Onu deyə bilərəm ki, bəzi bölgələrdə müsahibə mərhələsi onlayn şəklində götürülmüşdü, amma bəzi bölgələrdə əyani şəkildə deyilən bir yerə, bir binada ki, təhsil regionunun öz binasında çox vaxt olur müsahibələr, o binanın içərisində də müsahibə götürürdülər. Çətin olurdumu? Bəli, müsahibə bütün peşələrdə olduğu kimi müsahibə icma əsaslı məktəbəqədər təhsil qruplarında da götürülən vakansiyalarda müsahibələr həqiqətən də vacib şəkildə yeri gələndə sadə suallar da verirlər, yeri gələndə çətin suallar da verirlər. Amma indi hal-hazırda bizim gündəmimizdə müsahibə mərhələsi yoxdur. Müsabiqə mərhələsi olduğuna görə mən indi sizə müsabiqə mərhələsi haqqında bilməli olduğunuz məlumatlardan deyəcəm ki, bilirsiniz ki, Likert şkalası dediyimiz bir anlayış var. Sizinlə Likert şkalasından da danışacağıq. Bura gəlib çıxmamışdan ötürü. Likert şkalası nədir? MIQ imtahanlarında, ənənəvi MIQ imtahanlarında bildiyiniz kimi və yaxud da bilmirsinizsə də bilin, 60 suallıq, 60 ballıq belə deyək, 60 dənə sual çıxır qarşımıza. Hər sual məktəbəqədər müəllimlər üçün bu keçərlidir. 1 bal şəklində qiymətləndirilir. 60 dənə də bal maksimum bal olaraq hesab olunur. Amma icma əsaslı məktəbəqədər təhsildə, qəbulunda, yəni bu belə deyil. Likert şkalası üzərindən psixoloji testlər sizə verilir. Bu nədir? Hər bəndin özünə məxsus bal bölgüsü var. Bu bal bölgüsü nə şəkildə tapmaq olar? Bu bal bölgüsünü sualı gördüyümüz anda necə dəqiqliyi ilə bilə bilərik? Hansı sual hansı balı götürür? Biz maksimum necə bal toplamalıyıq? Bu kimi sualların hər birinin sizə bu gün izahını verəcəm inşallah. Azərbaycanda icma əsaslı məktəbəqədər təhsil qruplarında müəllimlərin işə qəbulu xüsusi bir müsabiqə formatında Elm və Təhsil Nazirliyi layihəni idarə edən qruplar. Məsəl üçün, Təhsil İnstitutu və yaxud aidiyyatı idarələr tərəfindən həyata keçirilir ki, bu aidiyyatı idarələr icma əsaslı layihə rəhbərləri olur. Müəllimlərin qiymətləndirilməsi və seçilməsi prosesi 3 mərhələdən ibarətdir. Bu 3 mərhələ bütün MIQ imtahanlarında belədir, yəni işə qəbul imtahanlarında belədir. Birinci elektron qeydiyyat və sənəd yoxlanışı olur ki, hal-hazırda biz elektron qeydiyyat və sənəd yoxlanışı mərhələsindəyik. Bildiyiniz kimi günü-gündən icmanın qeydiyyat vaxtını uzadırlar. 27-si son gündür. Səhv eləmirəmsə, sabah son gün olaraq deyirlər, amma böyük ehtimalla ayın axırına qədər uzadacaqlar. Səbəbini də qoyun deyim sizə. Səbəbi bundandır ki, elə yerlər var ki, hələ də o yerlərə, ucqar kəndlərdir ki, onlara vakansiyalar tam şəkildə istənilən şəkildə verilmədiyinə görə, o vakansiyalara müraciətlər olunmadığına görə bu qeydiyyat prosesi günü-gündən uzadılır. Belə haldan qarşılaşmışıqmı? Yox. Yəni mən şəxsən neçə ildir təlimçilik fəaliyyətimdə belə haldan qarşılaşmamışam ki, günü-gündən qeydiyyat vaxtını uzatsınlar. Bu birinci səfərdə icma qruplarının başına gəlir. Aha. Bu mərhələdə namizədlərin təhsil səviyyəsi yoxlanılır, ixtisası yoxlanılır, yaşadıqları ən əsası da ərazi mütləq şəkildə nəzərə alınır. Bu MIQ imtahanlarında çox vaxt qarşımıza çıxan bir nüans deyil ki, yaşadıqları ərazi diqqətə alınsın. Amma icma qruplarında bu önəm kəsb edir. İcma əsaslı qruplar region xarakteri daşıdığından namizədin vakansiya olan kənddə və yaxud da ərazidə yaşaması ən böyük üstünlüklərdən biri hesab olunur.
və sizin belə deyim, seçilmə ehtimalınız vakansiyada, sizin ixtisasınızdan da çox şey asılıdır, sizin yaşadığınız bölgədən də çox şey asılıdır. Həmin o icma qruplarına gediş-gəliş məsafənizdən də çox şey asılıdır. Ona görə də qeydiyyatdan keçən zaman sizin, gediş-gəliş kilometriniz orada hesablanıb, orada qeyd olunur. Təhsil tələbi üstünlüyü pedaqoji təhsilli olan müəllimlərədir. Yəni burda bir çox pedaqoji təhsilli müəllimlər, məsəl üçün coğrafiya müəllimi də qeydiyyatdan keçə bilər, informatika müəllimi də ibtidai sinifdə, məktəbəqədər də. Ən əsası da çox vaxt ailəvi ev təhsili ixtisasında bu müəllimlər, belə deyim, hər zaman MIQ imtahanlarında kənarda qalırdı. Amma bu imtahanlarda, yəni bu, qəbul imtahanında ailəvi ev təhsili olan ixtisaslı müəllimlər də iştirak edə biləcək. Mərhələ 2, yəni test imtahanı mərhələsi. Ona müsabiqə mərhələsi də deyilir. İlkin mərhələni keçən namizədlər peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi üçün imtahan olunurlar. Bu qiymətləndirmə zamanı namizədlərdən bir sıra istiqamətlər tələb olunur ki, məsəl üçün pedaqoji və psixoloji biliklərin qiymətləndirilməsi, test mərhələsində namizədlərə məktəbəqədər yaş dövrünün xüsusiyyətlərinə aid suallar təqdim olunur, uşaq psixologiyasına aid suallar da təqdim olunur. Daha sonra özlərinin şəxsi psixologiyalarına da ən əsası aid olan suallar təqdim olunur. Yəni bu tipli suallar müəllimlərə təqdim olunur və kompüterlə olunmur. Ağlınızda qalan suallardan biri də bu ola bilər ki, bəs müəllimə bu kompüterləmi ola bilər və yaxud da kağız formatında bizə kağızlar paylanacaq sual kitabçaları şəklində. Bəli, sizə sual kitabçaları şəklində paylanacaq. Sonra burada situasiya tipli də suallar verilir. İndi birazdan sizlə mütləq qanun və ümumi yanaşma texnikasından da biz bəhs edəcəyik. Məhz bu mərhələdə namizədlərə qiymətləndirmək üçün istifadə olunur ki, bu Likert şkalası dediyimiz anlayış da bura aiddir. Komissiya müəllimin çətin düşdüyü situasiyalarda, məsəl üçün aqressiv uşaqlarla necə işləyə bilərsiniz, ağlayan uşağı necə sakitləşdirə bilərsiniz, hiperaktiv uşaqlara oyunu necə cəlb edə bilərsiniz və yaxud sizə aid psixoloji suallar ola bilər ki, yağış yağarkən pəncərədən izləməyi sevirsinizmi? Misal olaraq çəkirəm mən bunları. Necə reaksiya verəcəyinizi bu tipli situasiyalara yoxlayırlar. Belə deyim, bu tipli suallar keçən illərdə, son 2 ildə verilən icma sualları arasındadır. 3-cü mərhələmiz isə müsahibə mərhələsidir. Bildiyiniz kimi bu sonuncu mərhələmiz hesab olunur. Sonuncu mərhələdə artıq müəllimlər praktik fəaliyyətləri, nitqi yoxlanılır, praktik fəaliyyətləri yoxlanılır, özünü aparmaq qaydaları, bədən dilləri yoxlanılır. Müsahibə mərhələsi həqiqətən də önəm kəsb edən bir mərhələdir. Bu da sonuncu olan mərhələmizdir. Artıq ondan sonra müsahibə mərhələsindən də siz qeyri-məqbul, məqbul olaraq qəbul olunursunuz. Ondan sonra olan bir mərhələmiz də var. Yəni işə qəbul olduq, məni promoy aparacaqlar, qrupa verəcəklər, icma qrupuna verəcəklər. Belə bir şey yoxdur. Sizi bir master klasslara, 15 günlük master klasslara dəvət edəcəklər xanımlar. Bu nədir master klasslar? Sizin əl qabiliyyətləriniz yoxlayacaqlar, praktik bacarıqlarınız, orada əl işləriniz yoxlanılacaq, orada siz uşaqlarla işləmək qaydası, valideynlə necə əməkdaşlıq etmək qaydası, bunlar haqqında təlimlər keçəcəksiniz. Bu təlimlər belə deyim, icma layihə rəhbərləri tərəfindən hər bölgənin özünə məxsus icma layihə rəhbərləri olacaq. O layihə rəhbərləri tərəfindən olunacaq. Sizin yaşadığınız bölgəyə yaxın yerlərdə edəcəklər bu master klassları. Bu şəkildə siz oktyabr ayının 1-nə qədər ən gec öz işinizdə təmin olunacaqsınız inşallah. Bu şəkildə. Bir də bir neçə sual var ki, indi Likert şkalasına keçməmişdən əvvəl bunları da demək istəyirəm. İşləyən müəllimlərdə MİQ-ə verə bilərsiniz, istəsəz MİQ-ə də verə bilərsiniz, istəsəz icma qruplarına da verə bilərsiniz imtahanlarda. Fərqi yoxdur, heç birinə bir problem kəsb etmir. İşləyən müəllimlər də icma qruplarında belə deyim, qeydiyyatından keçə bilər, hətta işlə də təmin oluna bilər, amma belə bir nüans var ki, iş saatlarının üst-üstə düşməməsi şərti ilə. Bu şərtləri əgər qəbul edirsinizsə, siz 2 işdə də bir yerdə işləyə bilərsiniz. Keçən il mənim müdavimlər arasında biri vardı, həm MİQ imtahanından keçib işlə qəbul olmuşdu, həm də ki, icma qruplarında. Belə bir nüans vardı ki, iş saatlar heç birinin üst-üstə düşmürdü. İcma və valideynlərlə iş bacarığından da biraz mən danışmaq istəyirəm. İcma modelinin özəyi əməkdaşlıq olduğu üçün müsahibədə namizədin ünsiyyət və idarəetmə bacarıqları da ciddi şəkildə qiymətləndirilir.
Valideynləri təlim prosesinə necə cəlb edəcəksiniz? Çətin, yəni məsələn, əməkdaşlığa meylli olmayan valideynlərlə necə dil tapacaqsınız? Qrup üçün könüllü icma dəstəyini necə təşkil edəcəksiniz? Bu kimi nüanslar həqiqətən də müsabiqə mərhələsində, həm də müsahibə mərhələsində yoxlanılır. Eee, indi sizə icma əsaslı məktəbəqədər təlimdə işə qəbulunda qiymətləndirmə anlayışından bəhs etmək istəyirəm. Ekranda da görürsüz Likert şkalasında. Aşağıda sizin üçün açar sözlər, razıyam nədir, tamamilə razıyam nədir, qismən razıyam nədir, razı deyiləm və yaxud da tamamilə razı deyiləm bəndlərinin arasındakı fərqlər nədir? Bunlar haqqında mən qısa açar sözlərdə təqdim etmişəm. Deməli xanımlar, psixologiyada və peşəkar kadr seçimində istifadə olunan şkalaya Likert şkalası deyilir. Yəni Likert şkalası əsaslı şəxsiyyət və peşəkar yararlılıq anketindən klassik qiymətləndirmə mexanizmindən istifadə edilir. Bu bizim ölkəmizə, dövlətimizə xas olan bir şkala deyil. Bundan işə qəbul prosesində bütün ölkələr istifadə edir. Müəllimin və yaxud da hər hansı vakansiyaya müraciət edən şəxsin öz psixoloji durumu yoxlanılması üçün aparılır. Hətta belə bir şey də deyə bilərdim ki, keçmiş illərdə 2023-cü ildə olan ilk MIQ imtahanında, yəni bağçaların MIQ imtahanında Likert şkalasından istifadə olunurdu əsas imtahandan əvvəl. Müsahibə mərhələsində daha doğrusu istifadə olunurdu. Müsahibə götürməmişdən əvvəl sizə Likert şkalası əsasında psixoloji suallar verirdilər. 100-ə yaxın sual idi, həmçinin də açıq tipli suallar olur. Bu şəkildə sizin psixoloji durumunuz yoxlanıldı. Amma sonralardan artıq Likert şkalasını MIQ imtahanına yığışdırdılar. Likert şkalasını icma qruplarına verdilər. Məktəbəqədər MIQ imtahanlarında sistem klassik bilgidir, yəni düz səhv şəklində aparılır. Bildiyiniz kimi MIQ imtahanında səhv düzü aparır, 4 səhv, 1 düzü aparır, amma Likert şkalasında bu belə deyil. Pedaqoji psixoloji profilini və müəllimlik keyfiyyətlərini ölçən bu əsas sistem tam olaraq 5 ballıq tərs və düz mütənasib sistem olaraq götürülür. Likert şkalası üzrə balların hesablanması bəs mexanizmi necə ola bilər? Bu tip testlərdə ümumilikdə məsələn 100 suallıq bir anketdə hər sual 1 ilə 5 bal arasında qiymətləndirilir və ümumi bal 500 ballıq sistem üzərindən hesablanır. Sualın belə deyim, bir də bunu demək istəyirəm ki, icma əsaslı məktəbəqədər qruplarda xanımlar, suallar müsbət və mənfi tipli olmaqla bölünür. Yəni mənfi tipli sualların özünə məxsus belə deyim, şkalası var, bal bölgüsü var. Müsbət tipli sualların özünə məxsus şkalası, yəni bal bölgüsü var. İndi bunların sizə açılımın izahını verəcəm. Bu suallar ideal müəllim modelinə, uşaq hüquqlarına və doğru pedaqogikaya uyğun gələn müsbət fikirlərdir, müsbət tipli suallar. Buna düz mütənasib qiymətləndirmə də deyilir. Burada məqsəd müəllimin bu fikrə nə qədər güclü dəstəklədiyini ölçməkdir. Məsəl üçün, müsbət tipli suallarda tamamilə razıyam bəndi 5 bal, yəni ən yüksək baldır. Razıyam 4 bal, qismən razıyam, yəni neytralam 3 bal, razı deyiləm 2 bal, tamamilə razı deyiləm isə 1 bal olaraq götürülür. Yəni tamamilə razı deyiləm bəndini seçsəniz belə sizin 1 balınız, 0 bal deyilən bir anlayış icma qruplarında yoxdur. Sonra gəlir mənfi tipli suallar. Bunun da digər adı tərs mütənasib qiymətləndirmədir. Bu suallar bilərəkdən köhnəlmiş metodları, zorakılığı, cəzanı və yaxud da qeyri-peşəkar müəllim davranışlarını özündə ihtiva edir. Burada məqsəd müəllimin bu səhv fikri rədd edib etmədiyini yoxlamaq. Fikri nə qədər kəskin rədd etsəz, bir o qədər də çox bal alırsınız. Səbinə müəllimə, sualınız var? Şəbnəm müəllimə, səhv etmirəmsə. Müəllimə, sualım var. Buyurun Əzizim. Müəllimə, siz orada dediniz ki, tamamilə razı deyiləm 1 bal götürülür. Amma bəzi elə suallar var ki, orada biz artıq tamamilə razı deyiləmi seçməliyik. O zaman 5 balla mı qiymətləndiriləcək? Baxın, mən indi sizə bunun izahını verdim. Dedim axı suallar müsbət və mənfi tipli olmaqla 2 qrupa bölünür. Müsbət tiplilərdən mənfi, məsəl üçün tamamilə razı deyiləm ifadəsi 1 baldır, amma tamamilə razıyam ifadəsi 5 bal olaraq götürülür.
Aydındır? Aha, anladım. Amma Bəli, bəli, çox mənfi tipli suallarda, tamamilə razı deyiləm ifadəsi 5 bal, səhvi tam rədd etdiyiniz üçün ən yüksək bal verilir. Razı deyiləm ifadəsi 4 bal, qismən razıyam, yəni neytral yanaşıram, bərabər düşüncədəyəm 3 bal, razıyam ifadəsi 2 bal, tamamilə razıyam ifadəsi isə 1 baldır. Çünki səhv fikri tam dəstəklədiyiniz üçün ən aşağı bal sizə verilir. Bu sizə Likert şkalasının bölgüsü deməkdir. Həm müsbət tipli, həm də mənfi tipli. Yenə də yadınızda qalsın. Bu sualı gördüyünüz anda, artıq sualı oxuduğunuz anda sizin beyninizdə canlanmalıdır. Misal olaraq bir sual çəkəcəm sizə, narahat olmayın. Yekun nəticələrinin də belə deyim, psixoloji profil şkalasından götürülür. Toplanılan ümumi bal namizədin psixoloji və pedaqoji hazırlıq səviyyəsini göstərir və bir sıra intervallarla qruplaşdırılır. Məsəl üçün 400-500 bal arası toplayan müəllim tam peşəkar, ideal, təm qəbul, psixoloji tam hazırlığı əks etdirir. Müasir pedaqoji prinsiplərə cavab verir, inklüzivliyi dəstəkləyir, uşaq psixologiyasını dərindən mənimsəyir, işə birbaşa qəbul üçün tam yararlı müəllimdir. 300-400 bal arası qənaətbəxtdir, kafidir. Yəni kifayət qədər yaxşı nəticə toplayıb, əsas prinsipləri bilir, lakin bəzi kritik vəziyyətlərdə qərarsızdır, yəni neytral yanaşır, nümayiş etdirir, təkmilləşməyə ehtiyacı var. Amma 200-300 baldır, sonra 100-200 baldır, orta zəifdir. 200-300 bal orta zəifdir, amma 100-200 bal arası zəif hesab olunur. Heç göstərməsin, 0-da 100 bal arası toplayan müəllimlər də olur. Bu isə belə deyim, heç də istədiyimiz bir nəticə deyil. 200-300 bal toplayanlar orta zəifdir dediyim kimi, müəllimlik metodikasında emosional idarə etmədə ciddi boşluqlar var. Qərar verməkdə çətinlik çəkirlər və yaxud köhnə metodlara meyllidir, riskli qrupdur. Bu tipli insanlar, yəni 200-300 bal toplayanlar vakansiyaya müraciət az olunan zaman dəvət olunur. 100-200 bal arası zəif, qeyri-peşəkar müəllimlər hesab olunur. Pedaqoji və psixoloji hazırlıq səviyyəsi çox aşağıdır. Uşaqlarla işləmək üçün psixoloji mühit adekvat qiymətləndirilə bilmir. İşə qəbulu məqsədə uyğun hesab olunmur. Yəni 0-da 100-ü də heç demək istəmirəm, çünki tamamilə ziddir bizim istədiyimizə. Sualın mənfi və ya müsbət olduğunu bəs necə anlamalıyıq? Belə bir sual yarana bilər sizdə ki, sualın mənfi və ya müsbət olduğunu necə anlaya bilərik? Sualın müsbət və ya mənfi olduğunu anlamaq üçün cümlədə 2 əsas məqama diqqət yetirmək lazımdır. Müəllimin etdiyi hərəkətə, yəni davranışa və uşağa qarşı yönələn təsirin nəticəsinə baxmaq lazımdır. Bunu çox bəsit və işləy bir düsturu halına salsaq, cümləni oxuyarkən öz-özünə cəmi 2 dənə sual verin. Birinci sual odur ki, uşağın mənliyinə və yaxud hüququna zərər varmı? Yəni utandırma, qorxutma, cəza, məcbur etmə, qrupdan təcrid etmə, uşaqları bir-biri ilə müqayisə etmə. İkinci sualda özünüzə verin ki, təklif olunan addım müasir, uşaq yönümlü müəllimə yaraşırmı? Belə deyim, misallar çəkəcəm sizə ki, müsbət tipli cümlə necə tanıya bilərik, mənfi tipli cümləni necə tanıya bilərik. Yəni yadınızda qalsın ki, sualı oxuyan zaman özünüzə 2 dənə sual verirsiniz. Bu sual uşağın mənliyinə və hüququna zərər yetirirmi? Və yaxud da təklif olunan addım müasir uşaq yönümlü müəllimə yaraşırmı? Müsbət tipli cümləni necə tanımalı? Müsbət cümlələrdə müəllim problemi həll edən, uşağı anlayan, ona dəstək olan və valideynlə əməkdaşlıq edən bir fədakar rolundadır. Xüsusiyyətləri də var ki, məsəl üçün uşağın fərdi xüsusiyyətlərini nəzərə alır, səbir nümayiş etdirir. Baxın, cümlə içərisində bunlar keçə bilər. Uşaq fəaliyyətlərini oyunla qurur, sonra inklüzivliyi nəzərə alır, inklüzivliyi qoruyur. Açar ifadələr də verir ki, bayaq dediyim kimi fərdi xüsusiyyətlərini nəzərə alıram, valideynlə birlikdə həll edirəm, əməkdaşlıq görürəm, uşaqların marağına uyğunlaşdırıram, diferensial yanaşıram, təhlükəsiz mühit yaradıram və s. Nümunə olaraq deyirəm bir dənə açar söz, bir dənə test sualı. Dərsə marağı azalan uşağı məcbur etmək yerinə onun diqqətini çəkəcək fərqli bir didaktik oyun hazırlayıram. Bu müsbətdir. Çünki məcbur etmir, oyunla həll edilir. Cavab burada tamamilə razıyam bəndidir. Çünki tamamilə razıyam bəndə burada artıq bizə bir 5 bal verəcək. Mənfi tipli cümləni bəs necə tanımalı? Ən çox diqqət edən tələb hissə, baxın buradadır ki, mənfi cümlələr çox vaxt tələ cümlələr olur, yadınızda qalsın. İlk baxışdan cümlə güya yaxşı bir məqsədlə başlayır. İntizam yaratmaq məqsədi ilə, dərsi keçmək, məşğələni keçmək məqsədi ilə başlayır.
Amma istifadə olunan metod köhnə və uşağa zərərlidir, diqqətli olun. Xüsusiyyətləri də var ki, müəllim uşağı cəzalandırır, qışqırır, qorxudur, kobud ifadələrdən istifadə edir, hədələyir, təhqir edir. Uşağın əvəzinə işi özü görür, çox önəmlidir, altından xətt çəkmək lazımdır. Yaxud uşağı qrupdan təcrid edir. Açar ifadələr var, yəni cümlə içərisində tapmağınız üçün digər uşaqlara nümunə göstərirəm. Baxın, bu düzgün bir anlayış deyil. Özü edə bilmədiyi üçün əvəzinə mən edirəm, cəzalandırıram, küncə otururam, təcrid edirəm, ailənin fikrini nəzərə almadan qərar verirəm. Deməli, bu mənfi tipli cümlələrin içərisində keçən açar sözdür. Bir dənə də nümunə verər sual olaraq. Uşaq səhv edəndə o biri uşaqlara deyirəm ki, baxın, siz belə səhv etməyin. Bu mənfidir. Çünki məqsəd öyrətmək olsa da, metod uşağı digərlərinin yanında utandırmaqdır, alçatmaqdır. Cavab burada olacaq, tamamilə razı deyiləm ifadəsi. Artıq tamamilə razı deyiləmi seçən zaman bizə 5 bal verəcək. Belə deyim. Təkrar olaraq bura qədər dediklərimi təkrar etmək istəyirəm ki, siz şpal qalqan nitəliyində sözlərdə əgər cümlədə hərəkət, sualın növü sizin seçiminiz, yəni qazanacağınız baldan asılı olaraq ideal pedaqoji yanaşmadır, ideallıq göstərir, pedaqojidir, hüquqlara riayət edir, prinsipialdır, uşaq yönümlüdür. Bu müsbət tipli cümlədir. Zərərlidir, köhnə fikirlidir, müəllim yönümlü yanaşmadır. Artıq bu mənfi bir sualdır. Tamamilə razı deyiləm bəndindən götürəcəyik. Nümunə olaraq yenə bölmək istəyirəm. Bir dənə müsbət tipli nümunə demək istəyirəm. Buna düz mütənasib suallar da deyilir. Bir daha yadınıza salmaq üçün. Sual budur ki, qrupa yeni gələn və ağlayaraq valideynlərindən ayrılmaq istəməyən uşağın adaptasiya prosesini sürətləndirmək üçün onunla fərdi söhbət edir. Valideynini də müəyyən müddət qrup daxili oyunlara cəlb edirəm. Bu cümlənin təhlilini aparaq, yəni bu fikir müsbət bir fikirdir də. Çünki müasir məktəbəqədər pedaqogikada uşaq psixologiyasına və icma modelinin əsası olan, bayaq demişdim valideyn müəllim əməkdaşlığına tam uyğundur. Müəllim burada həm uşağın emosional vəziyyətini nəzərə aldı, düzdür, həm də icma dəstəyini istifadə edir. Bal görgüsü bu şəkildə olacaq. Tamamilə razıyamı seçən müəllim 5 bal alır. İdeal peşəkar yanaşmadır çünki. Razıyam seçən müəllim 4 bal alır. Doğru yanaşmadır. Lakin dəstək dərəcəsi biraz zəifdir. Qismən razıyamı seçən müəllim 3 bal alır, qərarsız mövqeyi göstərir. Razı deyiləmi seçən müəllim 2 bal alır, səhv yanaşmadır. Tamamilə razı deyiləm müəllim varsa artıq 1 bal alır, tamamilə yanlış yanaşmadır. Bir dənə də mənfi tipli sual nümunəsi vermək istəyirəm sizə. Sualımız belə ola bilər ki, əgər uşaq məşğələ zamanı qrup qaydalarını dəfələrlə pozursa və yoldaşlarının diqqətini dağıdırsa, intizamı bərpa etmək üçün onu digər uşaqların qarşısında ciddi şəkildə xəbərdar edərəm, küncə qoyaram, qrupdan kənarlaşdıraram. Artıq cümlənin sonu dəyişə bilər. Fərqi yoxdur. Təhlil edək bu cümləni. Bu fikir əlbəttə ki, mənfidir. İlk baxışdan intizam bərpa etmək, yəni müsbət görünsə də, cümlə müsbət başlasa da, uşağı digər uşaqlarının qarşısında, cəmiyyət içərisində tənqid etmək, utandırmaq, alçatmaq, kənara salmaq, əlbəttə ki, uşaq hüquqlarını və psixologiyasına tamamilə ziddir. İdeal müəllim bu metod kökündən rədd etməlidir. Bal bölgüsü bu şəkildə aparılır. Tamamilə razı deyiləm seçən müəllim əlbəttə ki, 5 bal alır. Səhv metodu kəskin şəkildə rədd etdiyi üçün. Razı deyiləm 4 baldır. Səhvi qəbul etmirsiniz, düzdür, amma reaksiyanız biraz yumuşaqdır. Qismən razıyam seçən müəllim 3 bal alır. Vəziyyətə görə dəyişə biləcəyini düşünərək riskli zonanı seçir. Razıyam 2 baldır, səhv metod doğru hesab edirsiniz. Bu heç düzgün deyil. Tamamilə razıyam isə 1 baldır. Uşaq psixologiyasına zərər verən bu metodu tam dəstəklədiyiniz üçün ən aşağı bal alırsınız. Bu bizim istəyimiz doğrultusunda deyil, xanımlar. İndi isə sualımız var. Buyurun. Bəs müəllimə, heç ola bilərmi belə qismən razıyam və yaxud da razıyam var ya, bunlar da 5 bal olsun. Bəli, indi buna keçid edəcəyik. Narahat olmayın. Biraz görürəm ki, müəllimlərim səbirsizdir, səbirsiz olmayın. Bu suallarınıza da cavab verəcəm. Düzdür, qismən razıyamın da yeri gəldiyi məqamda. Məsəl üçün, özünə məxsus açar sözləri var. Bu cümlələr içərisində keçirsə, burada qismən razıyam ifadəsini seçəcəyik. Hansı məqamlar olduğunu deyəcəm. Məsəl üçün, razıyam ifadəsi var. Hər zaman deyirəm ki, razıyam və yaxud razı deyiləm bəndləri bir amma, lakin təşkil edir.
Bu amma və lakin, yəni cümlənizin sonuna bir amma qoyursunuzsa, lakin qoyursunuzsa, siz özünüzə düşünən zaman, sualı özünüzə verib özünüz cavab verirsə, sonda amma, lakin qoyursunuzsa, razıyam və yaxud razı deyiləmi seçirsiniz. Bu da mənfi müsbət tipli cümlələr olduğuna görə. Narahat olmayın Məlahət müəllimə. Məlahətdə də düzdür, adınız görsənmir burada. Bəli, müəllimə, bəli, Məlahət. Davam edək. İndi sizinlə mütləq qanun və ümumi yanaşma taktikasından bəhs etmək istəyirəm. Bu situasiya tipli testlərdə ən vacib fərqlərdən biridir. Testdə verilən fikir elmi fakta və yaxud rəsmi hüquqi sənədə, məsəl üçün kurikulum standartlarına, müəllimin etik davranış qaydalarına əsaslanırsa, tam şəkildə həmin fikir istisnasız olaraq qəbul edilir. Aydındır. İndi burada açar sözlərdə mən qeyd etmişəm. Bircə saniyə. Tamamilə razı deyiləmi necə tapa bilərik? Razıyamı necə tapa bilərik? Bəndlərin izahından mən bəhs etmək istəyirəm sizə. Sözün açığı burada razıyamı birinci salmışam. Amma mən birinci tamamilə razıyamdan başlayıram. Çünki bəndlər A bəndi tamamilə razıyam, B bəndi razıyam, C bəndi qismən razıyam və yaxud neytralam. Bu kimi ifadələrlə işlənir. D bəndi razı deyiləm, E bəndi isə tamamilə razı deyiləm şəklində göstərir. Ona görə bu şəkildə başlayacağıq, ikincidən başlayacağıq. Tamamilə razıyam anlayışı nə zaman seçilir? Tamamilə razıyam cavabı bir sıra hallarda seçilə bilər ki, fikir mütləq peşəkarlıq və etik vəzifəni ifadə edirsə, elmi cəhətdən qəbul olunmuş qızıl qaydalara əsaslanırsa, daha sonra cümlədə müəllimin ideal və peşəkar fəaliyyəti vurğulanırsa, uşağa sevgi, hörmət, fərdi yanaşma, inklüzivlik, yəni hər bir uşağın qəbul edilməsi və dəstəklənməsi kimi ifadələr istifadə olunursa, sonra dövlət qanunlarına, sonracığıma kurikulum tələblərinə, etik davranış qaydalarına əməl etməkdən bəhs edilirsə, mən artıq burada xanımlar tamamilə razıyam bəndini seçməliyəm. Təkrar etməyimi istəyirsinizsə bir daha təkrar edərəm. Fikir mütləq peşəkar və etik vəzifəni ifadə edirsə, elmi cəhətdən qəbul olunmuş qızıl qaydalara əsaslanırsa, cümlədə müəllimin ideal və peşəkar fəaliyyəti vurğulanırsa, uşağa sevgidir, hörmətdir, qayğıdır, fərdi yanaşmadır, inklüzivlikdir. Yəni hər bir uşağın qəbul edilməsi və dəstəklənməsidir kimi bu kimi ifadələr istifadə olunursa, dövlət qanunlarına, kurikulumu tələblərinə və etik davranış qaydalarına əməl etməkdən söhbət gedirsə, mən burada tamamilə razıyam ifadəsini işlədirəm. Bəndini seçirəm, üzr istəyirəm. Yenə də deyirəm, müsbət tipli suallarda ki, tamamilə razıyam bəndə 5 baldır. Əgər cümlə içərisində həmişə, heç vaxt, mütləq, bütün, hər bir, daim, borcludur, mühümdür, təhlükəsizlik, etik qaydalar kimi bir saniyə sözlər işlənirsə, bu tamamilə razıyam bəndini seçmək deməkdir. Fikir olaraq da deyə bilərik ki, təlim prosesində hər bir uşağın potensialını üzə çıxarmaq üçün əlverişli mühit yaradıram. Doğru cavab əlbəttə ki, tamamilə razıyam olmalıdır. Çünki bu fikir fərdiləşdirilmiş təlim və inklüziv təhsilin əsas prinsiplərindən biridir. Müəllim hər bir uşağın potensialını inkişaf etdirmək üçün əlverişli təlim mühiti yaratmaq borcludur. Buna görə də doğru cavab tamamilə razıyam olacaq. Tamamilə razıyam müəllimlər. 100%lik dəstək deməkdir. Yəni mən verilən bu sualı 100%lik də dəstəkləyirəm. Ammam yoxdur, istisnam yoxdur, lakinim yoxdur. Orada da heç bir şübhə, istisna və yaxud da amma yoxdur. Verilən tezis sizin prinsiplərinizdə tam üst-üstə düşür. Misal, uşaqların sağlam böyüməsi üçün yuxu rejimi vacibdir. Çünki bu fikirlə hər bir pedaqoq, hər bir valideyn şübhəsiz tamamilə razıyam deyə. Çünki bunun əksini göstərən heç bir istisna yoxdur. İndi isə sizinlə razıyam bəndən bəhs etmək istəyirəm. Razıyam, amma, lakin cümlə verirsinizsə özünüzə. Buyurun. Nasıl deyir müəllimə? Salam. Buyurun. Müəllimə, bir də orada suallar düşür, şəxsi suallar düşür də. Məsələn ki, pulunuz çox olsa özünüzə bahalı maşın alarsınız. Məsələn, belə bir suallar düşür də. Bəs onlarda necə? Ona da bir fikir bildirək. Əlbəttə ki, buna da bir fikir bildirəcəm. O artıq razıyam ifadəsindən sonra gələn qismən razıyam ifadəsində deyəcəm bunu. Bir səbirli olaq. Səbdən müəllimə, buyurun.
Səbinədir yoxsa Şəbnəm müəllimədir? Üçüncü olaraq əlin qaldırdı. Yəqin ki, əli dəyib. Davam edək. Yenə də əllərinizi salın xanımlar aşağı. Adınızı bilmədim. Ali Bağırzadə adıyla qoşulan. Nübar xanım. Nübar müəllimə, əzizim. Qismən razıyam bəndində o sualınızı sevə-sevə cavablandıracağam. Yaxşı, müəllimə, sağ olun. Müəllimə, Sağ olun. Haycan, buyurun. üzr istəyirəm, sözünüzü bölürəm. Bir şey soruşmaq istəyirəm. Müəllimə, bəzi suallar var ki, orada iki başlıdır. Məsələn üçün sual verir ki, təhlükəli hallarda panikaya düşərsiniz, yoxsa soyuqqanlılığınızı qoruyarsınız. Yəni burada soyuqqanlığı qoruyarsınız desəydi, bəlkə də razıyamı seçərdim. Razıyam Amma və iki yaxud başlı sualın sonluğu çox önəmlidir. Olarsınız və yaxud olmarsınız kimi bitir suallar. Buna diqqət yetirmək lazımdır. Artıq sualın sonluğuna baxaraq bəndi seçə bilərik. Amma lakin tələb edən suallardır. Çox vaxt tövsiyə edirəm ki, sualın sonluğuna baxaraq razıyam və yaxud razı deyiləm ifadəsini iş götürün. Çünki bir amması var. Təhlükə yaranan bir vəziyyətdə əlbəttə ki, uşağı görürsüz ki, əlində bıçaq var və yaxud özü pəncərəni açıb pəncərədən aşağı boylanır. Bu zaman öz emosiyanıza qapılaraq qışqıra da bilərsiniz, tez uşağa tərəf də gedə bilərsiniz. Verdiyiniz sualdan asılıdır. Müəyyən situasiyalara qapılmağınız normaldır. Bir ammanız var. Yenə də deyirəm, sualın sonluğunda verilən maslar, inkar şəkilçilər var. Ma, mə varsa razı deyiləm seçirik, yoxdursa razıyam ifadəsini seçirik. Bunlara diqqət yetirmək lazımdır. Sualınız nə idi? Bir daha sualı təkrarlayın. Məsələn, testdə belə bir sual vardı ki, təhlükəli vəziyyətdə panikaya düşərsinizmi, yoxsa soyuqqanlılığınızı qoruyarsınızmı? Burada neytralam ifadəsini işlətmək lazımdır. İki başlı suallarda neytralam ifadəsini işlətmək lazımdır. Çünki 50-50 iki tərəfdən də mənə yaxınlaşır. Yox, soyuqqanlı yanaşarsınızmı desəz, razıyam ifadəsini işlədərdim. Çünki amması var. Amma yerində işlədirik ki, çünki təhlükəli bir vəziyyət yaranırsa, uşağın təhlükəsizliyinə qarşı bir problem çıxırsa, bir həmin anda adekvat cavab verə biləcəyim, çeviklik göstərə biləcəyim bir hadisə olarsa, əlbəttə ki, bunu edərəm. Amma siz dediyiniz iki başlı suallarda qismən razıyam ifadəsi işlənməlidir. Çünki qismən razıyam 50-50-yə deməkdir. Razıyam 80% ilə bircə saniyə bunu artıq izahatını verim. Qismən razıyam ifadəsində onları bir-bir üzərindən keçəcəm. Nübar müəllimin də dediyi suala qayıdacağam. Razıyam ifadəsi xanımlar 80% ilə təxminən deməyək tam şəkildə 80% ilə razılıq bildirir. Amma yenə də o 20% ilə mənfi tipli, yəni razı olmamağa meyillilik göstərir. Yəni prinsip etibarilə fikirlə razısınız, düzdür. Lakin bəzi nadir hallar istisna olmaqla, ammalar, lakinlər istisnalar olmaqla kiçik istisnalar ola biləcəyini də qəbul edirsiniz. Bu istisnalar isə ümumi həqiqəti dəyişmir. Soyuqqanlısınızmı? Həqiqətən də soyuqqanlısınız, amma lazım gələn zaman o soyuqqanlılığınızı da bir kənara qoymaq lazımdır. Artıq soyuqqanlılıq xanımlar laqeydliyə çevrilir və bu icma qruplarında sizdən istənilən bir xüsusiyyət deyil. Buyurun. Əhməd səhv etmirəmsə adı görsənmir. Əl qaldır. Bəli, axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun əzizim. Buyurun. Təşəkkür edirəm sizə müəllimə. Bir də məsəl üçün orada olur ki, suallar məsələn biz özümüz vermək istəyirik o cavabı, amma qayda qanuna əsasən onların cavablarını seçməliyik. Bəli. Hə, məsələn orada onların dediyi kimi götürək, yoxsa öz psixologiyamıza uyğun olaraq. Məsələn, psixologiyanızı, üzr istəyirəm ifadənizi, cümlənizi buyurun, bitirin, mən cavabını verim. Məsələn, orada yazılır ki, emosiyalarımı nəzarətdə saxlamaq mənim üçün çətindir və yaxud da keçmişdə yaşadığım travmalar indiki davranışlarıma təsir edir ya etmir. Yəni məsələn mən öz psixologiyamdan götürsəm onu, bəli, təsir edir. Çünki mümkün deyil ki, insana o psixologiyasına təsir etməsin. Amma biz qayda qanuna əsasən götürməliyik onu. Əlbəttə ki, qayda qanuna. Baxın, bunu mən sözün açığı bəndlərin sonunda, izahatının sonunda vermək istəyirdim ki, siz öz psixologiyanızı orada sizdən istənmir əslində. Anladım. Komissiya üzvünün sizdən istədikləri istənilir. Bir növ türklərin bir sözü var, tribünə oynamaq sözü var. Anladım. Komissiyaya oynamaq mənasını verir. Da, yəni ki, bəli. Özümüzdən çıxaraq, yəni sırf onların dediyi kimi rollara uyğun oynamaq.
Anladım. Bəli, bilirsiniz müəllimlər, belə deyim, bizə bir məlumat verilmir ki, bunlar üzərindən sizə suallar verəcək. Sizə suallar bir ucu-bucağı olmayan dəryadan verilir. Biz deyə bilmirik ki, hə, didaktik prinsiplərdən düşəcək 5 dənə sual. Mən hər zaman müəllimlərimə deyirəm, məsəl üçün didaktik prinsiplərdən miq imtahanında 5 dənə sual düşür. İş üsullarından, iş formalarından 5 dənə sual düşür. Amma biz bunu müsabiqə mərhələsində, icma qruplarında bunu deyə bilmirik axı. Biz bunu edə bilmədiyimiz üçün dibi dəryadan gəldiyinə görə icma sualları əminlik verə bilmirik. Məsəl üçün sizdən deyirsiniz ki, 2 başlı suallar verir. 2 başlı Bilirəm. suallarda əlbəttə ki, qismən razıyam ifadəsi işlənməlidir. Çünki neytral yanaşmaq lazımdır. 50-50-yə. Yeri gələndə mən belə deyim, soyuqqanlılığımı kənara qoymalıyam. Əlbəttə ki, bu laqeydsiz yanaşmağa gedə bilər. Uşaq əlində bıçaqla gəzir, müəllim soyuqqanlılığını davam etdirməlidir. Xeyr, dərhal onun əlindən almalıdır. Uşaq özünə xəsarət yetirə bilər. Yazılmışdı indi dediyim kimi, keçmişdə yaşadığım travma indiki davranışıma təsir edir. Neytral olaraq qalımında müəllimə. Neytral olaraq yox, bunu razıyam ifadəsini işlətməlisiniz. Anladım, anladım. Təsir etmir deyilsə, razıyam. Təsir edirsə, razı deyiləm ifadəsini götür. Başa düşdüm. Çox sağ olun. Siz sağ olun. Razıyamla davam edək müəllimlər. Bitirək, sonda suallarınızın hər birinizdən alacağam, sevə-sevə də cavablandıracağam. Narahat olmayın. Baxın, hər birinizin özünüzün fikri var, hər birinizin özünə məxsus sualları var. Və bu suallar həqiqətən də lazım gələn, yerində olan suallardır. Bir çox müəllimlərin ağlında olan suallardır bu suallar. Yəni tək sizə aid deyil. Və bayaq da dediyim kimi, sizə verilən müsabiqə mərhələsində suallar dibi dəryadan çıxacağına görə mən tam şəkildə deyə bilmirəm ki, bəli müəllimlər bu nəzəriyyəni oxuyaq, bunu oxuyaq, bunu oxuyaq, bunu oxuyaq, bunlardan mütləq şəkildə düşəcək. Dibi dəryadan gəlir. Elə vaxt olur əməkdaşlıqdan düşəcək, elə vaxt olur inklüzivdən düşəcək, elə vaxt olur deyəcək ki, siz yağışı çevirsinizmi, pəncərədən çölə baxmağı sevirsinizmi, sizin mənfi tərəfləriniz müsbət tərəflərinizdən daha yuxarıdadırmı? Belə suallar düşəcək. Ona görə də hər bir sualınızı sonda sevə-sevə cavablandıracağam ki, ağlınızda qaranlıq bir şey qalmasın. Razıyam edirik. Dediyim kimi 80% razıyamı götürürük, 20% yenə də deyirəm, qaranlıq bir yerdə qalır razıyam. Amması, lakini, istisnası olduğuna görə. Bu cavab daha çox ümumi pedaqoji yanaşmalar, tövsiyələr və əksər hallarda doğru olan fikirlər üçündür. Təkrar edirəm, əksər hallarda doğru olan fikirlər üçündür. Məsəl üçün, məktəbəqədər yaş uşaqlar dərsi oyun vasitəsilə daha yaxşı öyrənirlər. Doğru cavab razıyam olacaq. Necə izahını veririk bu sualın? Oyun məktəbəqədər yaşlı uşaqlar üçün ən təsirli təlim üsullarından biridir. Düzdür. Amma əksər hallarda öyrənməni asanlaşdırır. Lakin bütün mövzular və bütün situasiyalar yalnız oyun vasitəsilə öyrədilmir. Bəzən müşahidə lazımdır, bəzən söhbət lazımdır, uşaqların praktik təcrübəsi lazımdır, əyani vəsaitlər lazımdır və digər metodlardan da biz istifadə edə bilərik. Buna görə də doğru cavab razıyam bəndi olacaq. Çünki istisna var. Aydındır? Razıyam nə zaman seçilir? Fikir ümumi pedaqoji tövsiyədirsə, metoddursa və yaxud yaxşı təcrübəni ifadə edirsə, verilən fikir doğru olduqda, lakin istisnalar olması mümkün olduqda, məsəl üçün, verilən bayaq bir dənə Şəbnəm müəllim idi, səhv etmirəmsə, dedi ki, soyuqqanlı. Müəllimə bir daha sualınızı təkrarlayarsınız. Zəhmət olmasın. Hə, deməli müəllimə sual belə idi ki, fövqəladə hal baş verərsə, siz panikaya düşürsünüzmü, yoxsa soyuqqanlılığınızı mı qoruyarsınız? Birinci hissəsini götürürük. Siz fövqəladə bir vəziyyət zamanı siz panikaya düşürsünüzmü? Burada razı deyiləm ifadəsini, düşmürsünüzmü götürər, razıyam ifadəsini götürəcək. Çünki bir amması var da, amması, lakin istisnası var bu sualın. Amma yenə də deyirəm, 2 başlı sual verirsə qismən razıyam ifadəsini götürürük 50-50-yə. Bu bizə 5 bal qazanır. İstisnası var. Fövqəladə vəziyyət nədir? Məsəl üçün yanğın ola bilər. Sonra belə deyim, uşağın birini Allah göstərməsin elektrik cərəyanı qapıla bilər və yaxud uşağın əlində bıçaq ola bilər və yaxud uşağın əlində qələm ola bilər, çöp ola bilər ki, gözünə salsın. Əlbəttə ki, burada soyuqqanlılığımızı bir kənara qoyub tez atılacağıq. Əgər cümlədə deyilən fikir doğrudursa, lakin real həyatda hər zaman və hər vəziyyətdə eyni formada tətbiq olunmaya bilirsə, doğru cavab razıyam olur.
mütləq prinsip, qanun və etik norma tamamilə razıyamdır, amma ümumi tövsiyə, metod və yanaşma ilə yaxınlaşırsa razıyam bəli. Götürür. Orada açar sözlə var. Ümumiyyətlə, əksər hallarda, adətən, məqsədə uyğundur, tövsiyə olunur, olar, mümkündür kimi ifadələr cümlə içərisində işlənirsə, deməli razıyam bəndinə yaxındır. Nümunə dərs zamanı mövzunu izah etmək üçün əyani vəsaitlərdən, şəkillərdən, oyuncaqlardan istifadə etmək lazımdır. Həqiqətən də lazımdır, amma bir istisnası var. Burada müşahidədən də istifadə edə bilərik. Burada praktik fəaliyyətdən də istifadə edə bilərik. Eyni məna verir. Misal olaraq birini də vermək istəyirəm. Məşğələlərdə uşaqların diqqətini cəlb etmək üçün İKT, yəni informasiya kommunikasiya texnologiyalarından istifadə edirəm. Düzdür. Amma uşağın diqqətini cəlb etmək üçün başqa yollardan da biz istifadə edə bilərik axı. İKT vasitələrdən istifadə uşaqların düzdür, marağını artırır və digər təlimi zənginləşdirən effektiv metodlardan biridir. Lakin bu bütün mövzular və bütün fəaliyyətlər üçün mütləq tələb deyil, xanımlar. Bəzi hallarda təbii materiallardan istifadə olunmalıdır, açıq havada müşahidələr aparmalıdır və yaxud texnologiyadan da istifadə etmək, fəaliyyət təşkil etmək daha məqsədə uyğun ola bilər. Buna görə də bir istisna olduğuna görə doğru cavab razıyam olacaq. İndi sizinlə qismən razıyam, ən maraqlı yerə gələcəyik. Bircə saniyə, xanımlar. Aha. Buyurun, kimin nəsə sualı varsa buyurub verə bilər. Axşamınız xeyir olsun müəllimə. Xeyir olsun. Müəllimə, siz bayaq dediniz ki, uşaqların, İKT-nin uşaqların həyatında önəmini. Biz o suala dediniz ki, razıyam cavabını verəcəyik, düzdürmü? O sualın özündən çox şey asılıdır. Baxın, sual nə verdi? Sual dedi ki, bircə saniyə. Aha, razıyam ifadəsindən danışır. Məşğələlərdə uşaqların diqqətini cəlb etmək üçün İKT, yəni informasiya kommunikasiya texnologiyalarından istifadə edirəm. Amma bu o demək deyil ki, tək bundan istifadə edirəm. Yəni vəsaitlərdən də istifadə edirəm. Mən oyuncaqlardan da istifadə edirəm. İstisnalar var axı. Ona görə razıyam ifadəsi götürülür. Tutaq ki, biz ona tamamilə razıyamı götürdük də. İndi o səhv çıxacaq müəllimə. Səhv deyilən bir şey yoxdur. Sizə yenə də bal verilir. 4 bal verəcəklər. 5 yox, 4 bal verəcəklər. 5 yox, 4 bal verəcəklər. Bəli, onu bilmək istəyirdim müəllimə. Çox sağ olun. Siz sağ olun. Bu bütün suallarda belədir. Məsəl üçün bayaq başqa bir sual verdim sizə. Misal olaraq burada deyib ki, bağçada uşaq səhv edibsə onu dərhal düzəltmək lazımdır. Qismən razıyam ifadəsinə aiddir bu. Məsəl üçün qismən razıyamı seçmədiniz, başqa bir şey seçdiniz, sizə 0 bal verilmir. Ona uyğunlaşdırılır. Yenə kimin nəsə sualı var, səhv etmirəmsə, buyurun. Bəli, axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun müəllimə. Müəllimə, orada bir sual da var. Deyir, çox pulumun olmasına əhəmiyyət vermirəm. Məsələn, orada razıyam götürərik. Tamamilə də razı götürmək olarmı? Baxın, bu tipli suallar qismən razıyam anlayışına aiddir. Bilirsiniz niyə? Çünki bu suallar sizin pedaqoji keyfiyyətinizi yüksəltməyən suallardır. Ancaq sizin pedaqoji keyfiyyətinizi yüksəldən suallardır. Tamamilə razıyam, razıyam, qismən razıyam, üzr istəyirəm, tamamilə razıyam, razıyam, tamamilə razı deyiləm ifadələrinizi işlədə bilərsiniz. Amma bu sizin pedaqoji keyfiyyətiniz, məsəl üçün başqa suallar var ki, bayaq misal olaraq çəkdimi? Pəncərədən çölə baxmağı sevirsinizmi? Yağışlı havada gəzməyi sevirsinizmi? Çox pulunuz olarsa. Buyurun. Buyurun müəllimə. Bildim nəsə deyəcəksiniz. Bu tipli sizin pedaqoji keyfiyyətinizi, pedaqoji belə deyim, inkişafınızı irəlilətməyən, inkişaf etdirməyən suallarda qismən razıyam ifadəsi işlənməlidir. Aydındır. Yəni burada tək bu nümunəni verib deyilib deyə, yəni tək bu nümunə qarşınıza çıxsa qismən razıyamı seçmirsiniz. Yadınızda qalsın. O qədər lazımsız, o qədər belə sizə absurd gələn suallar qarşınıza çıxa bilər ki, burada qismən razıyam ifadəsi sizin üçün daha yaxşı olmalıdır. Çünki yenə də deyirəm, yadınıza düşsün. Sizin pedaqoji keyfiyyətinizi yüksəltməyən suallardırsa bunlar, artıq C bəndini, yəni qismən razıyam ifadəsini seçməlisiniz.
Onda səhv olmaz da, yəqin ki, bal Səhv verirlər. yoxdur, qismən narahat razıyam. olmayın. Səhv yoxdur, səhv deyilən bir anlayış yoxdur. Az bal toplamaq deyilən bir anlayış var. Bir də müraciət etdiyiniz yerin, belə deyim, müraciət olunan vakansiyalarda, üzr istəyirəm, vakansiyada nə qədər müraciət çoxdursa, o qədər rəqabət var. Çalışmaq lazımdır ki, biz ən yaxşıya doğru 500 bala yaxın bal toplayaq ki, bizim rəqiblərimiz ələnsin. Aydındır? Bir saat vaxt verirlər, bir dəyə də bunu soruşun. Bir saat vaxt verilir, bayaq özünüz də dediniz də. Birinci açıq suallardan başlamaq olar, Bir yoxsa saat vaxt, mən elə söz işlətməmişəm axı əzizim, sizə bir saat vaxt versinlər. Bir saat verilmir, test saat yarım mərhələsində. verilməlidir, səhv etmirəmsə. Saat yarım. Lap yaxşı. Yəni bu dəqiq məlumat deyil ki, bir saatdır. Bunun dəqiqliyi ilə mən öyrənib sizə deyərəm, amma bir saat deyil, əmin ola bilərsiniz. Bir saat çox az da bu yox. bir saat idi. Keçən il bir saat idi. Bəli, mən iştirak etmişəm, yəni keçən il bir saat idi. Mən bildiyim qədərilə saat yarım idi, ona görə deyirəm xanımlar. Bir Saat saat, yarım olsa lap yaxşı. bir saat belə deyim, 100 dənə suala, plus 3 dənə açıq tipli sual üçün çox az bir müddətdir. Çox az bir müddət idi mənim əvvəldə. Bəlkə də bu il artırsın, çünki bu il çox üstünlük verirlər, çox önəm verirlər. Aha, davam edək xanımlar. Başqa qismən razıyam ifadəsini işlətmək istədiyim məqamlar var siz üçün. Ona görə davam etmək istəyirəm. Qismən razıyam cavabı həm hə, həm də yox. Yəni təxminən 50-50-yə mövqeyi ifadə edir. Yəni razısınız. Xahiş edirəm səsləri bağlayaq xanımlar. Narahatçılıq olmasın. Yəni fikrin bir hissəsi ilə razısınız, digər hissəsi ilə razı deyilsiniz. Həmçinin verilən fikir yalnız müəyyən şərtlər daxilində doğru hesab oluna bilir. Bu halda cavab situasiyadan və şəraitdən asılı olaraq mütləq şəkildə əlbəttə ki, dəyişir. Yadda saxlamaq lazımdır ki, qismən razıyam cavabı fikrin yalnız bir hissəsi doğru olduqda, fikrin düzgünlüyü vəziyyətdən və şəraitlərdən asılı olduqda, həm razılaşmağa, həm də etiraz etməyə əsas verən məqamlar mövcud olduqda. Baxın, bayaq Şəbnəm müəllimənin dediyi iki başlı suallar var ha. Həm razılaşmağa, həm də etiraz etməyə əsas verən məqamlardan söhbət aparır da. Baxın, bu məqamlar olduqda baxır vəziyyətə görə deyə biləcəyimiz hallarda qarşılaşırıq və bir də onu demək istəyirəm ki, yenə də pedaqoji keyfiyyətinizi artırmayan suallardırsa, qismən razıyam bəndini seçə bilərsiniz. Qismən razıyam nə zaman seçilir? Burada bunu demək istəyirəm ki, situasiyadan asılı olaraq həm doğru, həm də yanlış hesab oluna bilən fikirlərdə, cümlədə həm müsbət, həm də mənfi və yaxud riskli məqam olduqda, müəllimin qərarı vəziyyətə uyğun dəyişməli olduqda, ekranda da görürsüz. Cümlədə bəzən, əgər olarsa, vəziyyətə görə, şəraitdən asılı olaraq, bəzi hallarda kimi sözlər keçirsə, biz qismən razıyam ifadəsini seçə bilərik. Və s. də deməliyik buradakı. Və s. ifadələr keçirsə, biz qismən razıyam ifadəsini seçməliyik. Nümunə olaraq birini deyim. Bağçada uşaq səhv edibsə, onu dərhal düzəltmək lazımdır. Cavab qismən razıyam. İzah olaraq da verə bilərik ki, bu sualın əgər uşaq danışarkən kiçik bir qrammatik səhv edibsə, onun sözünü dərhal kəsmək özünə inamını mənfi təsir göstərə bilər də, düzdür? Bu halda dərhal müdaxilə etmək düzgün deyil. Lakin uşaq özünə və yaxud da başqalarına təhlükə yaradan hərəkət edirsə, müəllim dərhal müdaxilə etməlidir. Bu səbəbdən fikir yalnız müəyyən situasiyalarda doğru olduğuna görə qismən razıyam cavabı seçilir. Bir dənə də sizə sual, misal çəkmək istəyirəm. Uşaq səhv hərəkət etdikdə digər uşaqların yanında ona irad bildirirəm. Bu da qismən razıyam aid bir bənddir. Əgər uşaq təhlükəli davranış edirsə, onu dərhal və lazım gəldikdə digər uşaqların yanında dayandırmaq vacibdir. Bu bütün uşaqların təhlükəsini qorumaq üçün də vacibdir. Lakin söhbət adicə və yaxud fərdi bir, xırda bir səhvdən gedirsə, uşağı hamının yanında tənqid etmək onun özünə inamını zədələyə və utandıra bilər. Belə hallarda müəllimin uşaqla təhlükdə söhbət etməsi daha məqsədə uyğundur. Nəticədə nə oldu? Ümumiləşdirək. Bu tip suallarda qərar vəziyyətdən asılı olduğuna görə qismən razıyam olacaq. Aydın oldu. Təkrar edirəm. 50-50 hallarda həm cümlə içərisində mənfi təsir göstərə biləcək. Əgər uşaq danışarkən
belə deyim, kiçik bir qrammatik səhv varsa, əlbəttə ki, düzəltməyəcəyik. Yəni həmin anda kəsməyəcəyik uşağın sözünü. Yox, əgər özünə və yaxud digər yoldaşlarına təhlükə yaradacaqsa, burada müəllim dərhal kəsməlidir. Situasiyada həm doğru, həm yanlış hesab olunan fikir varsa, cümlədə həm müsbət və həm mənfi və yaxud riskli məqam varsa, burada qismən razıyam ifadəsini işlədir. Sonra razı deyiləm. D bəndinə gəlirik. Razı deyiləm ifadəsi nədir bəs? Razı deyiləm nədir? Razı deyiləm cavabı verilən fikir ümumilikdə qəbul etmədiyinizi göstərir. Ümumi olaraq mən bu fikri qəbul etmirəm. Lakin 20%lik razılıq payı qoyuram. Burada nə olur? 80% narazılıq, yəni razı olmamaq, 20% isə razılıq qoyuram. İşıq ucu boyda razılıq göstərirəm. Təklif olunan fikir pedaqoji prinsiplərə, elmi yanaşmaya və yaxud düzgün təcrübəyə ziddirsə, bu zaman razı deyiləm ifadəsi götürə bilərik. Lakin çox nadir və xüsusi hallarda müəyyən qədər əsaslandıra biləcəyi üçün onu tamamilə rədd etmək də düzgün olmaya bilər. Düzdür? Razı deyiləm ifadəsi fikir ümumilikdə səhvdirsə, uyğun olmayan yanaşma ifadə edirsə, ümumilikdən elə bir 100%-liyin 80%-i həqiqətən də mənfi tiplidir. Razı ola bilməyəcəyim bir nüansdır. Amma yenə də deyirəm, işıq ucu boyda razılıq edə biləcəyim bir məqam varsa, burada razı deyiləm ifadəsini götürürük. Müasir kurikulum və pedaqoji prinsiplərə uyğun gəlməyən üsullardan bəhs edirsə, verilən fikir əksər hallarda düzgün olunursa, lakin çox nadir istisnalar mümkün olursa, ümumiyyətlə doğru deyil, amma istisna ola bilər deyə biləcəyimiz situasiyalarda açar sözlərimiz də var. Əsasən, çox vaxt, çətinlik çəkdikdə, adətən sözünə diqqət yetirmək lazımdır. Mənfi tipli suallardan söhbət gedirsə, adətən sözü işlənirsə, yanlış ümumiləşdirmə olduqda biz açar söz olaraq bunları götürə bilərik. Yəni cümlə içərisində bunlar keçirsə bilin ki, mənfi tipli söhbətdən gedir, mənfi tipli suallardan gedir. Razı deyiləm ifadəsini seçə bilərik. Fikir olaraq vermək istəyirəm, bir sual, misal çəkmək istəyirəm. Uşaq hər ağlayanda istədiyini etmək lazımdır. Tamamilə razı deyiləm seçmək düzgün deyil burada. Çünki razı deyiləm bəndini işləməliyik. İzah olaraq deməliyik ki, uşağın hər istədiyini yerinə yetirmək əlbəttə ki, düzgün tərbiyə üsulu deyil. Bunu bütün pedaqoqlar bilir. Bu yanaşma uşaqda kaprizdir və özündən asılı davranış formalaşdıra bilər. Lakin uşaq xəstədirsə, qorxmuşdursa və yaxud xüsusi qayğıya ehtiyacı varsa, bu vəziyyətdədirsə, daha həssas və güzəştli yanaşmaq lazım gələ bilər. Bu bizim vicdanımızdan asılıdır axı. Qızdırmadan yanır uşaq, anasını istəyir, ağlayır ki, anamı istəyirəm. Normal hallarda bəlkə də biganə yanaşacağımız bir şeydir ki, anamı istəyirəm, anama zəng elə, anamı istəyirəm, anama zəng elə. Mən özüm bağça müəlliməsiyəm. O qədər qarşılaşdığım bir hadisədir ki, uşaqlar adaptasiya müddətlərində çox vaxt analarından ötürü, atalarından ötürü ağlayırlar. Əlbəttə ki, biz o həmin anasına zəng edib demirik ki, gəl götür uşağını apar. Amma müəyyən situasiyalarda uşaq xəstədirsə, qayğıya ehtiyacı varsa, əlbəttə ki, bu zaman uşağın istədiyini etməyə, belə deyim, etməliyik. Bu zaman razı deyiləm ifadəsi düzgün olacaq. Bir dənə də misal çəkmək istəyirəm sizə. Uşaq tapşırığı sərbəst yerinə yetirə bilmədikdə dərhal onun əvəzinə mən edirəm. Burada da razı deyiləmi seçməliyik. Tamamilə razı deyiləm ifadəsi düzgün deyil. Müasir pedaqoji yanaşmaya görə müəllim uşağın əvəzinə tapşırığı yerinə yetirməməlidir. Əlbəttə ki, bütün pedaqoqlar bunu bilir. Əksinə uşağa istiqamət verməlidir, yol göstərməlidir, motivasiya etməlidir, ipucları təqdim etməlidir və onun tapşırığı özünün yerinə yetirməsinə şərait yaratmalıdır. Amma yalnız zəruri hallarda minimal dəstək göstərilməsi məqsədə uyğundur. Əlbəttə ki, biz uşağa dəstək göstərməliyik, uşağa yön göstərməliyik. Buna görə də bu fikrə razı deyiləm cavabı verilməlidir. Aydındır? Sonuncu olaraq qətiyyən razı deyiləm ifadəsindən mən bəhs etmək istəyirəm. Bu isə qətiyyən razı deyiləm ifadəsi 100%lik belə deyim, narazılığı 0%lik razılığı ifadə edir. Bu verilən fikrin tam və qəti şəkildə rədd edilməsi deməkdir. Fikir kökündən səhvdirsə, qanunlara, etik normalara, elmi faktlara, müasir pedaqoji prinsiplərə tamamilə ziddirsə, belə hallarda heç bir istisna ola bilməz, heç bir amma, lakin ola bilməz, bəhanə ola bilməz, bəhanə qəbul edilmir.
yadda saxlamaq lazımdır ki, qətiyyən razı deyiləm ifadəsini uşaq hüquqlarının pozulmasına səbəb olan fikirlər varsa, fiziki və psixoloji zorakılığı dəstəkləyən yanaşmalar varsa, daha sonra ayrı seçkilik və diskriminasiya, yəni təlimdən kənarlaşdırmaq deməkdir diskriminasiya. Diskriminasiyanı təşviq edən fikirlər varsa, müəllim etikasına tamamilə zidd davranışlar varsa, elmi cəhətdən zərərli və uşağın inkişafına mənfi təsir göstərən yanaşmalar varsa, heç bir bəhanəsi, istisnası olmayan, kökündən yanlış davranışlar varsa, qətiyyən razı deyiləm ifadələri əsas olaraq seçilməlidir. Açar sözlər var. Heç vaxt, cəzalandırmaq, qışqırmaq, məcbur etmək, ayrı seçkilik etmək, alçatmaq, diskriminatik davranış göstərmək, təhqir etmək, qorxutmaq. Bunlar cümlə içərisində keçirsə, avtomatik olaraq tamamilə razı deyiləm bəndini götürməliyik. Bir dənə fikir vermək istəyirəm, yəni bir sual vermək istəyirəm. Yəni sual olaraq demək istəyirəm. Uşağı cəzalandırmaq və qorxutmaq onu intizamlı etməklə yaxşı yoludur. Burada əlbəttə ki, qətiyyən razı deyiləm ifadəsi bəndini seçəcəyik. Çünki izahını da vermək istəyirəm. Fiziki və yaxud psixoloji cəza, qorxutma, təhdid uşağın əlbəttə ki, psixoloji sağlamlığına mənfi təsir göstərir. Onun özünə inamını zədələyir, zəiflədir, sağlamlıq inkişafına mane olur. Müasir pedaqogikada müsbət intizam yaratmaq lazımdır, hörmət və dəstəkləyici bir yanaşma göstərmək lazımdır. Buna görə də bu fikrin heç bir müsbət istisnası yoxdur və doğru cavab qətiyyən razı deyiləm olmalıdır. Bu sizə 5 balınızı qazandıracaq. Bir dənə də misal çəkmək istəyirəm. Dərsə mane olan və aqressiv davranan uşağı qrupdan çıxarıb küncdə tək oturdurduram. Əlbəttə ki, yenə də qətiyyən razı deyiləm. Bu yanaşmada da uşağın ləyaqətini, hüquqlarını pozur, onun sosial-emosional inkişafına mənfi təsir göstərir. Müasir pedaqoji yanaşmaya görə müəllim davranışının səbəbini araşdırmalıdır, müsbət intizam üsullarından istifadə etməlidir, uşağa dəstək göstərməlidir. Uşağı cəzalandırmaq, alçatmaq və yaxud təcrid etmək bu düzgün pedaqoji yanaşma əlbəttə ki, hesab olunmur. Buna görə də doğru cavab qətiyyən razı deyiləm olur. Bayaq dediyimi indi də təkrar etmək istəyirəm müəllimlər. İllüziyadan istifadə etmək lazımdır. Diqqət etmək lazımdır. Cümlələrin içərisində olan açar sözlər. Baxın, bu PDF-i mən qrupa atacağam sizin üçün. Bu PDF-ə diqqətlə baxın. Komissiya üzvünün istədiyi cavabları biz onlara verməliyik. Tələ suallarına diqqət yetirməliyik. Bizi təliyə salmamaqlarından ötürü özümüz diqqətli olmalıyıq. Aydındır? İndi kimin nəsə sual varsa, buyurub ünvanlaya bilər. Müəllimə, belə bir sual verim də sizə. Əslində sual deyil, sadəcə necə fikrimi izah eləyim. Məsələn, mən ixtisasım məktəbə qədərdir. Mən özüm 2 ay müddətinə özəl bağçada çalışmışam. Sonra maliyyə baxımından özəl bağçalarda belə bir problem var da, bilirsiniz. Maliyyə baxımından bağça fəaliyyətini dayandırdım. Məsələn, mən o 2 ay müddətində çox gözəl qrupu idarə eləyirdim. Müdiriyyətdən çox təriflər eşidirdim ki, yəni düzdür 2-3 yaş qrupundaydım, amma yəni müdiriyyət tərifləyirdi də, özümə də xoş gəlirdi. Özüm də yəni çalışırdım, araşdırırdım, sosial şəbəkədən çox gözəl istifadə eləyirdim, nələr öyrənirdim. Uşaqlara bunu aşılayırdım da, məşğələlər falan öyrənirdim, onu icra eləyirdim. Amma məsəl üçün belə danışığa gələndə tutalım ki, loru dildə desə, müsahibədə mənə verilən hansısa bir sualda tərəddüd eləyərəm. Yəni özümü ifadə eləyə bilmərəm. Amma mənə bir qrup versinlər, onu çox gözəl idarə eləyərəm. Müəlliməm, bunu da yenə də deyirəm, praktik olaraq nitqinizə tökməlisiniz də əzizim. Bu özünüzdə olan inamınızın zəifliyindən irəli gəlir. Niyə özünüzü qorxudursunuz ki? Niyə hər hansısa bir insanın qarşısında verilən bu müsahibə zamanı aradan qaldırılmaq üsullarındandır. Mənim belə deyim, keçən il sayısız hesabsız müsahibəyə hazırladığım müəllimlərim oldu. Qruplarımın sayında nə qədər müəllimlərim var idi. Əksəriyyətində belə bir problem var idi ki, özünə inamı yox idi. Bu insan qarşısındakı komissiya üzvünün onu yeyəcəyini düşünürdü və şükür Allaha ki, 95%-liyindən hər biri müsahibəyə gedənlərin heç biri kəsilmədi. Çalışmaq lazım. Bəzi nüanslara diqqət yetirmək lazımdır. Əlbəttə ki, yadınızda qalsın. Həyəcan oluna bilər.
Siz məsuliyyət duyursunuz ki, həyəcan keçirirsiniz də. Qarşınızdakı komissiya üzvü də bunu bilir. Həyəcanlı olmalısınız burada da. Onlar da bilir ki, siz həyəcanlı olmalısınız. Laqeyd getsəniz, əliniz ağzınız deyim. Özünüzdən belə deyim. Bu işi almışam, aha almışam. Vecimə də deyil. Bu tipli getsəniz, əlbəttə ki, qarşı tərəf deyəcək ki, bu yanaşmır. Mən niyə bunu götürmürəm? Həyəcan olmalıdır, amma dozası. Üstəsindən gəlmək lazımdır Şəbnəm müəllimə. Bəli, amma nə bilim, düşünürəm ki, yəni nə yalan deyim, düşünürəm ki, müsahibədə bacarmaram. Amma testdən özümdən çox əminəm. Əzizim, Məsələn, müsahibəyə Ona qədərki görə də- olan dövrdən özümdən çox əminəm. ona görə də kəsilənlərin 80% müsahibə mərhələsində kəsilir. Aha. Sizi qorxutmaq kimi olmasın. İcmanın müsahibəsi həqiqətən də çətin olur. Məsəl üçün, MİQ imtahanında 10 dənə icmada 20 dənə sizə sual verirlər ki, biz sizi yoxlamamışıq. Sizdən metodika istəməmişik. Sizdən hər hansı bir mündərciyyat əsasında oxuyub 60 ballıq sistemlə sizi sınağa çəkməmişik. Səhviniz düzünüzü aparmayıb. Psixoloji situasiya şəklində sizi yoxlamışıq. Amma müsahibədə istəyirik ki, görək praktik bacarıqlarınız nədir? Aha. Anladım. Ümid edirəm ki, İnşallah. başqa kimin nəsə sualı var. Buyurun. Üzr istəyirəm, mən bu dərsi əslində 1-2 həftə bundan əvvəl keçmək istəyirdim. Sağlamlıq problemlərinə görə icma dərsini biraz rəngitməli oldum, ödənişsiz dərsi. Əgər yenə istəsəniz, xanımlar, istək olsa, gələn həftələrdə, yəni tam demirəm gələn həftə, bəlkə bir 10 gündən sonra, yəni imtahandan əvvəl əlbəttə ki, imtahan bitəndən sonra bizə nə lazımdır? Sizinlə bir dənə də suallar üzərindən, testlər üzərindən işləmək istəyərəm. Salam müəllimə. Salam müəllimə. Oyda, əks səda verir, eko verir. Zəhmət olmasa müəllimə bir daha çıxıb girə bilərsiz əzizim. Səsiniz eko verir, təkrar olaraq sualınızı verərsiniz. Bəli, buyurun Mətanət müəllim. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyirli olsun əzizim. Müəllimə, mən ilk dəfədir qoşuluram dərsə, bəlkə dərsləriniz olub. Bu testlərdə tam razıyam, biraz qarışdırırdım. İndi biraz aydınlıq gəldi. Ancaq onların testlərini tapıb işləyə bilmirəm. Yəni test Sizin baxımından üçün bir köməklik dənə edə test bilərsiniz ataram. bizlərə? Bir dənə ödənişli qruplarıma yaradacağım testlərdən birini ataram. İstəyirəm ki, həqiqətən də icma qruplarına dəstək olun müəllimlər. Çünki bilirsiniz niyə? Orada ailə və ev təhsilində oxuyan müəllimlər var. Həqiqətən də mən o qədərinə pis olurdum ki, keçən illərdə mənim müdavimlərim var idi. MİQ hazırlaşdırdığım, məktəbə qədər təhsilə hazırlaşdırdığım müdavimlərim var idi. Ailə və ev təhsili ixtisasında. Bəlkə də aranızda olanlar var. Onların həvəslərini elə qursaqlarında saxladılar ki, imtahana bir ay qalmış müddətdə dedilər ki, ailə və ev təhsili 2021-ci ilə qədər olanları imtahana buraxacaqlar. 2021-ci ildən bəri olanları pedaqoji ixtisas sayılmadıqlarına görə imtahanlarda iştirakı qeyri-qanuni olaraq götürüldü. Onların həvəsləri qursaqlarında qaldı. O qədər çalışdım, çabaladım, neçə yerə yazdım ki, bəlkə səsimizi çıxartsaq, qəbul edərlər də, qalanlarını da qəbul edərlər, amma olmadı. İndi sizin üçün bir şans olub, ailə və ev təhsili ixtisasını bitirən xanımlar. İstəyirəm ki, icma qruplarında əlimdən gəldiyi qədər sizə köməklik göstərəm, amma yenə də deyirəm, ödənişli qruplarımda olan müəllimlərin xətirlərində dəyməmək şərtlə. Çünki onlar bir ödəniş edirlər, onların özlərinə məxsus PDF-ləri var, onların özlərinə məxsus testləri var, dərsləri var. Amma yenə də sizə dəstək olmaq mənim ürəyimdən keçir. Salam müəllimə, bağışlayın. Müsahibə mərhələsi üçün dərsləriniz varmı? Müsahibə Olacaqmı? mərhələsi üçün inşallah ki, əlbəttə ki, dərsimiz olacaq. Mən müsahibə mərhələmdən, yəni əminlik verirəm də xanımlar. Çünki müsahibə mərhələsini ilə müəllimlər hazırlaşdırın ki, tam özündən razı olan müəllimlər. Müsabiqə mərhələsi bitəndən sonra müsahibə mərhələsinə inşallah hazırlıq təşkil edəcəyik. Bəli, keçən il də mən iştirak eləmişəm. Müsahibə mərhələsində də yəni yüksək nəticə topladım, amma məsafə baxımından seçilmədim də. Amma müsahibəmi daha da inkişaf elətdirmək üçün həmin dərsə qoşulmaq istəyirəm. Ona görə soruşurdum. İnşallah ki, yaxşı olar.
Narahat İnşallah olmayın. çox Mən sağ olun. dediyim axı ki, o icma qruplarında, ödənişli qruplarda verdiyim suallarda sonda cavab kartları da olacaq ki, hansı bəndi nəyə görə seçirik və izahı nə olacaq, neçə bal toplayacağıq. O da olub. Məsəl üçün testi edə bilərsiniz, sonda verilən nəticəni özünüz də hesablaya bilərsiniz. Bu şəkildə öz balınızı da çıxarda bilərsiniz. Keçən il mən iştirak eləsəm də test mərhələsində neçə bal topladığım haqqında heç bir məlumat verilmədi. Sadəcə qrup şəklində keçdiyim bilindi də və nəyə görə, hansı şkala ilə hesablandığını da bilmirəm. Amma sadəcə keçən müəllimlərin adı olan bir qrup açıldı da. Həmin qrupdan sonra bizi müsahibəyə dəvət edirdi. Amma indi sizin dərsinizə qoşuldum və tamamilə aydın oldu ki, nəyə görə hesablanılır. Çox gözəl. Vallahi. Sevindim sizin adınıza. Nəysə sizə öyrədə bildimsə xanımlar, Likert şkalası bir çox müəllimlərdə qaranlıq qalan bir nüans idi. Sevindim ki, Bəli. bunu öyrədə bildim. Balınız sizə deyilmir. O bal onlar tərəfindən yoxlanılır. Çünki sizi işə götürən tərəfdən yoxlanılmalıdır Likert şkalası. Bu sizə bildirilmir. Yox, kompüter tipli olsaydı sizdə avtomatik olaraq qarşınıza çıxardı ki, mən bu qədər bal toplamışam, bu qədər olub. Minimum keçid balı nə qədərdir deyirsiniz? 350-dən yuxarı keçsəniz, yəni 350-dən yuxarı onlar tərəfdən toplasanız, sizi dəvət edəcəklər. İxtisar müəllimlər də 350-dən mən inanıram ki, toplayacaqlar. Çünki psixoloji situasiyadır da. Dediyim nüanslara diqqət yetirsəniz, bəlkə də 500-ə yaxın toplayarsınız. Bəli. Bəli. Müəllim yəni pedaqoji bacarığı olan müəllimin, yəni bu suallara cavab verməsi, verə bilməməsi, yəni kəsilməsi biraz əvvəl qaranlıq qalır da. Yəni nə qədər də olmasa 4 il, 5 il təhsil alınır da. Həmin müddətdə yəni bu pedaqoji biliklər həm müəllimdə olmalıdır ki, yəni düzdür, ixtisasım məktəbə qədər deyil, ibtidai sinif müəlliməsiyəm, nisbətən böyük siniflərlə yəni düzdür, rəsmi işləməmişəm, amma ki evdə hazırlıqlar keçirəm də. Yəni bu biliklər, bu bacarıqlar bizdə olmalıdır ki, yəni bütün təbəqələrdə biz bunu tətbiq edə bilək. Yəni bu suallar daha maraqlıdır. Yəni miqdən daha cəlbedici gəlir də. Yəni bu uşaqlarla işləmək mənə. Cəlbedicidir deyəndə, bu işin içərisində mən varam müəllimə. Yəni cəlbedicilik baxımından miqi sualları daha cəlbedicidir. Çünki dəhşətli dərəcədə məntiq tələb edən suallardır. Üstlərində vaxt sərf etmək lazımdır o sualları cavabını tapmaqdan ötürü. Deyil, müəllimə, o baxımdan demirəm, uşaqlarla işləmək baxımından deyirəm ki, yəni daha maraqlıdır. Nəzdindən siz götürürsüz. Bəli. Narahat olmayın Hədiyyə xanım. Bu YouTube kanalına yüklənəcək. Bizim özümüzün YouTube kanalımız da var. İcma qruplarına dərs olmasa belə məktəbə qədər müəllimlər üçün çoxlu ödənişsiz dərslər keçmişəm mən bu günə qədər. Onları ora yerləşdirmişəm. Aylin müəllimə qayıtmaq istəyirəm təkrar olaraq. Çox gözəl özünüzü ifadə etdiniz müəllim. Ona görə nitqinizdən də bilinir ki, həqiqətən də bu müəllim hər hansısa bir auditoriya qarşısında danışıb. Dediniz ki, uşaq hazırlaşdırıram. O da sizin üçün bir auditoriyadır. Bu çox düzgün bir yaxınlaşmadır. Mən yenə də qəbul edirəm bu yaxınlaşmanı. Çünki həqiqətən də müəllim bəzi bacarıqlara malik olmalı. Dediniz ki, mən ibtidai sinif müəllimiyəm. Məktəbə qədər müəllim olmasam belə fərqi yoxdur. Siz pedaqoji ixtisaslı bir müəllimsiniz. Pedaqoji bir məktəbi bitirmisiniz. Fərqi yoxdur, çünki uşaq psixologiyasından bəhs edirik. İbtidai sinifdə çox da böyük bir yaş aralığı deyil. Maksimum 2-3 yaş aralarında fərq olur icma qruplarında. İbtidai sinif düzgün bir şəkildə əgər imtahandan keçsə, əlbəttə ki, icma əsaslı məktəbə qədər təhsil qruplarında vakansiyalardan birinə qəbul ola bilər. Bir də bir nüansı da diqqət yetirmək istədim. Amma bir də onu yadınıza saxlayın ki, Aylin müəllim. Məsəl üçün, siz 2-3 il bundan əvvəl bitirmiş ola bilərsiniz məktəb. Amma elə müəllimlər var ki, 15 il bundan əvvəl bitirib və oxuduqları tamamilə yadlarından çıxıb. Bu müəllimlər... Xeyr, mən də 10 il bundan qabaq bitirmişəm. Amma ki, mən yəni rəsmi işləməsəm də öz üzərimdə işləyirəm. Hər il müəyyən imtahanlarda iştirak edirəm. Yəni, bu mənim bacarıqsızlığım deyil də. Yəni, mənim öz həyat şəraitimə uyğun olmadığı üçün həmin vakansiyalarda, yəni seçimlərdə iştirak edə bilmirəm, dərs keçə bilmirəm. Yəni, öz həyat tərzimə uyğun olmadığı üçün getmirəm də, yəni seçimlərə.
Amma yenə hər il imtahan verirəm ki, yəni öz ərazimdə bir yer, iş yeri olsun, onunla təmin olum. Bu 2 il müddətində uşaqlarım da məsələn icmada aparmışam, icma valideyniyəm. Müəllimlə tez-tez kontaktda olmuşam da. Həmin müddətdə yəni bu daha maraqlı gəlib. Yəni ibtidai sinifdən çox daha bu məni cəlb edici olubdu ki, yəni uşaqlarla oyun quraraq onlara nəsə öyrətmə bacarığı, yəni öz-özümdə inkişaf elətdirmişəm. Yəni həmin müəllim olmadığında axı icma müəllimləri əvəz etmək üçün, yəni çağırırdı müəllimə ki, yəni bu gün məni əvəz edə bilərsənmi? Bu valideynə axı sinif vermə hüquqları var. Yəni onda gedib həmin uşaqlarla işləyərkən yəni çox istəmişəm də. Bir hardasa 7-8 dəfə müəlliməni əvəz eləmişəm. Həmin müddətdə yəni uşaqlarla işləmək daha çox maraqlı gəlib mənə. Ona görə 2 ildir ki, iştirak edirəm. Keçən il yəni sadəcə məsafəyə görə əldən çıxdı iş, amma ibtidai sinifdən daha çox bu icma işini istəyirəm ki, həmin uşaqlarla işləyim də, yəni arzumdur deyə desəm, yəni elə bil ki, bu layihədə özümü tam mərkəzdə görürəm. Həmin layihəni daha çox istəyirəm də, tələb eləyirəm ki, mən bunu bacarmaq istəyirəm. İnşallah ki, yəni sizin özünüzün evinizə yaxın bir vakansiya var. Hal-hazırda yəni 0 kilometrdə, yəni kənd şəraitində yaşayıram, kənddə yaşayıram, belə deyək ki, 0 kilometr ərazidə bir məktəbdə vermişəm. Çox gözəl. Böyük ora çağıracağam. İnşallah. Görə 4 dənə namizəd var. Şəbnəm müəllimə səhv eləmirəmsə əlini qaldırıb sual vermək istəyir. Bəli müəllimə, belə bir şey deyim də, məsələn, burada müəllimələrdən biri dedi ki, məsafəyə görə məni çağırmadılar, amma yüksək bal yığmışdım da, yəni keçmişdim. Onda belə çıxır ki, bizim balımız onlar üçün heç nədir də, savadımız heç nədir, onlar məsafəyə görə bizi. Deməli, bal yüksək toplayanları sal. Məsəl üçün, bir yerə 20 dənə müəllim müraciət edib, düzdür? 20-sini əlbəttə ki, götürüb çağırmayacaqlar. Birinci əliyəcəklər. Təhsilə baxacaqlar, ixtisasa baxacaqlar, yaxınlığa baxacaqlar. Daha sonra o həmin elədikləri müəllimdən 10 dənəsini çağıracaqlar imtahana. Misal çəkirəm. 10 dənəsindən də baxacaq. Çünki siz dedim axı bayaqlarım ki, sizə o balınızı göstərməyəcəklər. 350 toplamısınız, 400 toplamısınız, 500 toplamısınız, onu sizə göstərməyəcəklər. Amma onlar özləri biləcəklər. Bu skala əsasında baxacaqlar ki, görək, məsəl üçün Şəbnəm müəllimə toplayıb 350, Şəbnəm müəllimə ali təhsillidir, Aylin müəllimə orta təhsillidir, Şəbnəm müəllimə məktəbə qədəri bitirib, Aylin müəllimə ibtidaini bitirib. Eyni yaxınlıqdadılar və yaxud aralarında 1 kilometr fərq var. Fərqi yoxdur bunda. Artıq nə edəcəklər? Şəbnəm müəllim daha üst səviyyəyə çıxacaq. Artıq belə şəklində olacaq. Aydındır sizə. Yəni balınızın onların gözündə bir şey olsun. Onda etməzlər. Heç müsabiqə mərhələsində etməzlər. Birbaşa olaraq müsahibəyə çağırırlar. Onda bu sualı da verim müəllimə. Sizi yoruram, üzr istəyin. Heç narahat olmayın, problem yoxdur. Deməli müəllimə, mən hərbiçi yoldaşıyam. Yəni yoldaşımın işi ilə əlaqədar Naxçıvan şəhərində yaşayırıq. Naxçıvanda yəni müraciət etmişəm mən icmaya. Amma məsələn üçün hərbi şəraiti ilə əlaqədar mən nə zamansa bu şəhəri tərk eləyə bilərəm. Yəni bu 1 ay da ola bilər, 3 il də ola bilər. Yəni biz bunu bilmirik də. Yəni mən seçilə bilərəmmi ki, yəni onlara əgər daimi işçi lazımdırsa, o zaman məni seçməyə bilərlər. Yox, narahat olmayın, seçilə bilərsiniz. Müsahibədə sadəcə soruşa bilərlər ki, sizdən ay yoldaşınız siz əgər bildirməz yoldaşınız qazidir. Müharibə iştirakçısıdır, veterandır. Yəni bunu siz qeydiyyatdan vermisiniz? Bəli, vermişəm. Qeydiyyatdan vermisiniz. Böyük ehtimal onların qarşısına bu çıxacaq ki, məsəl üçün Şəbnəm müəllimənin bu qeydiyyatdan keçən zaman bunu ora qeyd edib. Bunu sizə sual verəcəklər ki, müəllimə, bəs yoldaşınız belə deyim, şəhəri dəyişdirmək olsa nə edərsiniz? Orada da verməsi olan cavablar var ki, onları belə deyim, əfsunlamaq şəraiti ilə, onların belə deyim, razı salmaqla ötürü verə biləcəyiniz cavablar var. Məsəl üçün deyə bilərsiniz ki, çalışaram ki, yoldaşımın belə deyim, işinə uyğunlaşdırım. Mən hal-hazırda burada yaşayıram, burada şəraitimi qurmuşam, burada məskən olmaq istəyirəm. İcma əsaslı layihədə də uzun illər iştirak etmək istəyirəm kimi. Aha, anladım. Bir dənə müəllim aşağıdan yazır, bilmirəm amma nə yazır.
Xahiş bu suala cavab verin. Məsələn, düşündən sonra daim iş olur. Bu düşmədim. Dünya xanım, zəhmət olmasa səsinizi açın, sualınızı verin. Xeyr, narahat olmayın. Bağça qrupu bağlana bilər, bağçadan qrupu bağlaya bilərlər. Amma icmada bağlamayacaqlar. Bu da özünüzün səyinizə baxır. Məsəl üçün, mən keçən il hazırlaşdırdığım müəllimlər təşvişə düşüb ki, belə bir mesaj gəlib. Onların hamısına gəlib belə bir mesaj. Yaxşı olana da gəlib, belə deyim, zəif olana da gəlib ki, deyirlər ki, sizin risk altındasınız, qrupunuz risk altındadır. Nə bilim, yoxlanılacaq, sizin öz fəaliyyətiniz yoxlanacaq. Əmin olun, hamısına gəlib bu. Yəni, bu sual, üzr istəyirəm, bu, belə deyim, mesaj hamısına şablon şəklində göndərilir. Bütün icma qruplarında işləyən müəllimlərə şablon şəklində göndərilir ki, fəaliyyətiniz nəzarət altındadır. Bu, özlərinin üzərində işləməyi üçün təkan verir də. Mənfi tipli də olsa təkan verir. Müəllim qorxuya düşsə belə təkan verir ki, mən can atmalıyam. Biraz daha, çox sağ olun Elza müəllimə. Can atmalıyam ki, çalışdığım qədər layihələrə daha gözəl iştirak edim. Siz bilirəm, bilirsiniz, yoxsa yox. Bəli, həm bağçada da işləmək mümkündür, həm icmada da işləmək mümkündür. İş saatlarınızın üstbəüz düşməməsi şərti ilə. Yarımaklad məsəl üçün bağçada işləyə bilərsiniz. Səhər simenində də gedib icma qrupunda işləyə bilərsiniz. Heç bir fərqi yoxdur. Sonra bir şey də demək istəyirdim. Bir də onu deyim ki, bəlkə bilirsiniz, bilmirsiniz. Suallara baxacağam indi. İcmalara hər həftə bir layihə verirlər. Hər həftə bir layihə verirlər ki, bu layihə əsasında maraqlı bir məşğələ keç. Bu məşğələnin video kaydını sən bizə at, biz də öz şəxsi səhifələrimizdə paylaşaq. Layihə rəhbərləri olaraq dəyərləndirək ki, görək məsəl üçün Aylin müəllimə bu gün bu qrupu necə idarə edib, verdiyimiz layihənin altından necə çıxıb. Çox maraqlı layihələr edirlər. Deyirəm, kaş bunu bağçada da etsinlər. Hər həftə bir məşğələ versinlər bu müəllimlərə. Müəllimlərdə də bir aktivlik olsun. Bu müəllimlər bu layihələr əsasında maraqlı məşğələlər etsinlər. Çalışdığım qədər həmişə icma qruplarını, layihələrdə mən özüm çox həvəskaram bu işə. Uşaqları yaratmaqdır, qurmaqdır, quraşdırmaqdır. İşimi sevərək edirəm. Bağça müəllimlik fəaliyyətimi sevərək edirəm. Bunun üçün də icma qruplara əlimdən gəldiyi qədər köməklik edirdim. Çalışdığım qədər material cəhətdən də təmin edirdim o müəllimləri ki, mənim öz qrupumda hazırlaşan müəllimləri işlə təmin olunandan sonra. Çox az idi keçən il, ona yaxın bir müəllimi idi icma qrupundan keçirdiyim. Çünki keçən il bu qədər üstünə düşməmişdim icma qruplarının. Bir də bir şey demək istəyirəm. Nə qədərinə gözəl, göz oxşayan, cəlb edici məşğələlər keçsəz, bir o qədər də layihə rəhbərlərinin gözündə yuxarıda olacaqsınız. Bir dənə də sual verdi ki, müəllimə, qrup bağlana bilər? Xeyr, yenə də sizin özünüzün səyinizdən asılıdır. Bayaq dediklərimi bura qoşmaq istəyirəm. Bir də ki, valideynlərlə quracağınız ünsiyyətdən asılıdır. Məsəl üçün, bu il uşağınız qutardı, gələn il kənd yerində, çox vaxt icma qrupları kənd yerlərində açılır. Sorğu sual edək ki, icma qrupuna qoyacaqsınız, məktəbə veriblər də, yəni 5 yaşda anlayışını artıq məktəbə veriblər. Məktəbdə də icma qrupu olduğuna görə uşaqlarınızı icma qrupuna qoyun. Baxın, belə fəaliyyətlərimiz var, belə valideynlərlə əməkdaşlığımız var, valideyni belə təlimə cəlb edirik. Bu kimi nüansları siz öz ünsiyyətinizdə, öz təşəbbüskarlığınızda əldə edə bilərsiniz. Müəllimlər, dərslər həftədə neçə gündür və saat neçədir? Müəllimə, mən ödənişsiz dərsləri həftəlik etmirəm. Sadəcə dəstək mahiyyətində bu həftəlik belə etmiş oldum. Yəni, hər həftə etdiyim bir şey yoxdur burada. Ki, ehtiyac da yoxdur. Həm icmada işləmək mümkündürmü? Bəli, mümkündür. Başqa kimin nəsə sualı varsa buyursun, ünvanlasın. Müəllimə, üzrü sayın. Məsələn də bu il uşaq olmadı. Bu il bir il dərs keçdim. Gələn ilə uşaq olmadı da. Sonra ondan sonrası ilə icmaya uşaq oldu. Yəni bağlayırlar, yoxsa təzədən vakansiya çıxır, Belə bir iş şey yeri olurmu? eşitməmişəm. Vakansiya çıxılmır. Yenə də siz olaraq davam edirsiniz. Əgər sizdən razılığınızları varsa, siz olaraq da davam edəcəksiniz. Narahat olmayın. İxtisasi Çox sağ olun. müəllimidir. Seçilmə şansım var. Bəli, informatika müəllimi pedaqoji ixtisas sayılmır əzizim. Əlbəttə ki, seçilə bilərsiniz. Müəllimin Mənim də bir sualım var idi. təşəkkür edirəm Sevinc müəllimə. Buyurun əzizim. Müəllimə, biz qəbul olandan sonra inşallah, bəs uşaqları necə yığacaq? Yəni O yığacaqsınız. Belə o deyim, bizim üzərimizə düşəcək, yəni biz mi yığmalıyıq? üzərinizə düşülmür müəllimə o. Yəni
belə deyim, birinci sizin üzərinizə düşülmür o ki, get qapı-qapı gəz, uşaqları sən yığ. Belə bir şey yoxdur. Valideynlə əməkdaşlıq etmək, baxın buna görə ona vacibdir ki, dediyim kimi kənd yerlərinə daha çox icmaya üstünlük verirlər. Bu icma belə deyim də, fikrimi tam sizə çatdırmaqdan ötürü deyirəm ki, birinci illərdə sizdən bunu etməyəcəklər. Sizə hazır qrup verəcəklər. Çünki hazır qrup var ki, vakansiya var ki, sizə verirlər. Amma gələcək illərdə sizin valideynlə əməkdaşlığınıza baxacaqlar. Sizin valideynlə ünsiyyətinizə, uşaqları necə ələ almağınıza, layihəyə necə biganə yanaşıb və yaxud yanaşmamağınıza baxacaqlar. Peşə təlimi. İxtisasım peşə təlimidir. Kollec etmişəm. Özümün müxtəlif bacarıqlarım, əl işlərim var. Bu mənə müsbət təsir edə bilər. Əlbəttə ki, təsir edə bilər. Müsahibə mərhələsində apara bilərsiniz. Müsahibə zamanı mən müəllimlərimə də deyirdim ki, işləriniz varsa, məsəl üçün mənim keçən il bir müəlliməm var idi, MİQə hazırlaşırdı, kuklalar düzəldirdi. Baxın görün nə gözəl bir bacarıqdır. Əl kuklalar düzəldirdi, barmaq kuklalar düzəldirdi. Kətan parçalar var. Bu kətan parçalardan. Kətan da deyildi. Qalın parça idi. Bunlardan oyuncaq düzəldirdi və mən ona demişdim ki, mütləq şəkildə müsahibəyə gedən zaman özünün apar. Amma belə demişdilər, ha, müsahibəyə kənar şeylər gətirmək düzgün deyil. Amma o aparmışdı. Qəbul da etmişdilər. Baxmışdılar, çox gözəl bəyənmişdilər və həmin müəllimə müsahibədən tam şəkildə keçmişdi. İşlə də hal-hazırda təmin olunub. Əl işləri ola bilər, rəsmlər ola bilər, toxuculuq işləri ola bilər. Yenə də apara bilərsiniz. Mən tövsiyə edirəm şəxsən. Bəs deyirlər müsahibə onlayn olur. Bəzi yerlərdə onlayn olur Gülzar müəllimə. Bəzi yerlərdə isə əyani şəkildə olur. Yəni keçən il həm əyani olub, həm də onlayn şəkildə olub. Sual verə bilərəm. Necə? Sual verə bilərəm. Əlbəttə ki, verə bilərsiniz. Buyurun. Müəllimə, məsələn indi bu qeydiyyatdan keçənlər var da vakansiyaya görə. Məsələn mənim bir qrup yoldaşım da var, o da elə keçib. Elə bil ilk səhifədə səhifə tam açılmayanda ata adını qeyd ediblər orada. Mən onu qeydiyyatda da girdim, baxdım. Bir müddətlik kimin hansı bağçanı seçdiyi yazılmışdı. Məsələn mən Ağçöynə ərazisinə baxırdım. Orada var idi ki, ata adıdır, amma soyadı xanımın soyadıdır da. Bəs onlar çağırılasıdır yoxsa yox? Yəni deyirsiniz ki, bir dənə mən diqqətdə saxlamaq istədiyim bir məqam var ki, qeydiyyatdan səhv keçib bu xanım. Yox, hər şey düzdür. Öz adı yerinə atasının adını yazıb, səhvən yazıb. Yəni səhvə Səhv yazıb sürüşüb. da, yəni qeydiyyatdan səhv keçib. Səhvdir. Heç narahat olmayın, bir nüans yoxdur. Yadınızda saxlayın. E-mail, nömrə, fin səhv olmadığı təqdirdə qalan səhvləriniz önəmli deyil. Çünki fini yazdığınız an siz hamımız MyGov-dan keçmişik də. Hamımız Azərbaycan Respublikasının vətəndaşıyıq. MyGov saytımız var. Çünki o çox önəmlidir. Fini yazan kimi sizin adınız, soyadınız, ata adınız ora gəlir. Bunlardan qorxulu heç bir şey yoxdur. Mənə soruşmuşlar ki, Yəni problem yox. heç bir problem yoxdur. Fin əsas olaraq fin, nömrə və Gmail düzgün şəkildə yazılmalıdır və yadda saxlanılmalıdır. Oldu. Bəs yəni bu il Gmail-ə gələcək yoxsa şəxsi kabinetimizə gələcək? Dəqiq deyil xanımlar. Çünki bu il olmadığına görə mən sizə dəqiq məlumat verə bilmərəm. Amma istisna olaraq deyə bilərəm ki, indiki vaxta qədər Gmail-a gəlirdi. Bəzi müəllimlərə, bəzi regionlar nömrə ilə cavab vermişdi. Yəni keçən il bizə zənglə gəlmişdi. Ona görə soruşuram. Xeyr, Gülzar xanım, nömrənizi açın. Nömrə bağlı olan zaman əlbəttə ki, sizə mesaj gəlməyəcək. Mütləq şəkildə həmin o qeydiyyatdan keçdiyiniz nömrəni açmalısınız. Yenə də Aylin müəllimə dediyinizi təqsib edirəm ki, bəzi regionlar nömrə ilə cavab vermişdi, bəzi regionlar Gmail-la cavab vermişdi. Çox sağ olun. Müəllimə sual verə bilərəm. Əlbəttə ki, buyurun. Müəllimə müsahibədə neçə nəfər iştirak edir? O keçirilən vakansiyaya gələn müraciətlərə baxılır. Yaxşıdırsa 5 nəfəri də çağıra bilərlər. Bu 5 nəfərin məsəl üçün hamısı ali təhsillidir, hamısı 1 kilometr məsafədədir. Hamısı da çox gözəl psixoloji situasiya suallarına cavab verir. 5-ni də çağıra bilərlər. Hamısının ki nitqi yaxşıdır. Onları qanidir, gülər üzlü, bədən dilinə diqqət edir. Yadınızda bədən dili çox önəmlidir. Bədən dilində nüanslar var. Müsahibə zamanı inşallah ki bunları da öyrədərik. Bilirsiniz nə demək istədim? Yəni o 5 nəfərin 5-i də eyni anda biz qrupa daxil olub Eyni anda bircə qrupa müsahibədə. daxil olmursunuz. Yox, əlbəttə ki, bir-bir çağırırlar sizi. 5-iniz də müsahibəniz bitir. Sonda nəticəyə gəlir o 3 dənə komissiya ki, hansı yaxşıdır, hansı yaxşı deyildi. Həmin günü cavabımızı bilirik də, yəni biz artıq seçildik. Cavabınızı bilmirsiniz, yox.
15 gündən Bilmirəm. sonra, minimum 15 gündən sonra. Həmişə lənglilər olar. Ləng olaraq cavab verirlər. Bir də bir şey deyim, misal olaraq deyirsiniz ki, bəs mən onlayn şəkildə, çoxu əksəriyyəti onlayn şəklində olub. Qoy bunu da deyim. Məsəl üçün deyir ki, məsəl üçün Şəbnəm müəllimə 10:15-də kompüterin və yaxud telefonunun başında olsun. 10:15-də ona link atılacaq müsahibədən ötürü. Mən inanmıram. Bu il müsahibəni mütləq şəkildə onlayn yox, əyani edəcəklər. Mənə ən yaxın olan məktəb təəssüf ki, 13 kilometrdir. Yenə də qeyd etdim və müsahibəni keçsəm gedib işləyə bilərəm. Əgər sizdən belə deyim, uzaq məsafə varsa, bəli, çağıra bilərlər. Yenə də deyim, müsabiqə mərhələsində verəcəyiniz suallara düzgünlük variantına baxırlar. Yəni yaxşı olsa əlbəttə ki, sizi çağıracaqlar. 13 kilometrdən bu da bir məsafədir ki. Siz sağ olun Sara müəllimə. Mən bədən dilini də öyrənmişəm. Nə gözəl. İbrahimova Elza. Bu Elza müəllimə mənim Elza müəlliməmdir. Çox sağ olun, təşəkkürlər. Müəllimə, inşallah imtahandan keçdik, müsahibədən keçdik. Bizi hər hansı bir təlimə çağıracaqlarmı? Müsabiqə də bitdi, müsahibə də bitdi. Siz işdə təmin olundunuz. Baxın, bayaq mən dərsin başında dedim, axı sizi master klasslara dəvət edəcəklər. Əl qabiliyyətləriniz yoxlanılacaq, sizə əl qabiliyyəti dərslər ki, çox maraqlı dərslərdir həqiqətən də olar. Əl işləriniz verəcəklər. O əl işlər dövlət səhifələrində, regionalların öz səhifələrində paylaşılacaq ki, məsəl üçün bugün icma qruplarına master klasslar təşkil etdi. İcma qruplarına vakansiya çıxan müəllimlərə master klasslar təşkil etdik. Bu master klasslarda bu layihələri etdik, bunları öyrətdik. Həqiqətən çox maraqlı dərslər olacaq. Yəni çox sevinərəm, çünki kağızlarla işləməyi çox sevirəm. Onlardan Allah arzunuza yetirsin inşallah. Faktiki yaşadığım yer Bakıdır. Faktiki ünvanı Suraxanov heç bir fərqi yoxdur. Yaxınlığınıza baxacaqlar. Bu da əsas olaraq müsahibə mərhələsində yoxlanacaq. Qeydiyyat yeri rayon yazmışam. Fərqi yoxdur. Buna bir şey deyil. Sizə çağırmamağa bir mənfi təsir buraxmır. Narahat olmayın. Bu qədər xanımlar. Çox da vaxtımızı almayaq, müəllimlərimizin də vaxtını almayaq. Hər birinizə təşəkkür edirəm. Yenə də icma qruplarımız var. Sürət qrupu qoşmaq istəyirəm. İnşallah bir neçə günə sürət qrupu yaradacağam. Kim ki sürət qrupuna qoşulmaq istəyir icmaya hazırlaşmağa, əlaqə saxlaya bilər. İcmadan sonra da müsahibə dərslərimiz olacaq. Ödənişli də, ödənişsiz də inşallah sizə keçməyi planlayıram. Amma yenə də deyirəm, ödənişli hər zaman daha üstünlük verdiyimizdə. Təşəkkür edirəm hər birinizə. Vaxt ayırıb dərsə qoşulduğunuza görə çox sağ olun. Minnətdaram. Siz sağ olun müəllimə, çox sağ olun. Ümid edirəm bəyəndiniz dərsimizi. Xoş sözlərinizi xahiş edirəm. Qrup açacağam, orada yazarsınız. Əgər bəyənmisinizsə. Sağ olun. Gələn dərs görüşənə də inşallah.